Gələcək. Salam müəllimlər. Bu gün sizinlə 6-cı sinifin biraz çətin, biraz oxuyan zaman yadda qalmaz deyə düşündüyümüz bir mövzumuzun izahına baxırıq. Burada sizin çətinlik çəkdiyiniz hissələri də soruşmağa çalışacağam, amma əsasən şəkilləri, burada bir neçə ardıcıllıqlar var, onların testi də var. İndi biz o hissələrə baxıb öyrənib, sonra testlərini işləyəcəyik ki, görək nə öyrənmişik, nə öyrənməmişik. Əslində asandır müəllimələr. Burada bəzi ardıcıllıqlar sırf şəkillərlə bağlıdır. Gəlin mövzumuzun ilk öncə şəkillərinə baxaq. Nəzəri hissəsini danışmışam, asandır, bilirəm siz də mənimsəmisiniz. Sadəcə yenə də şəkillərə baxaq. Deməli, burada bizim tezliklərin bir-birinə taxma üsulla birləşdirmələrini görürük. Bilirik ki, biz uzunla və düzbucaq altında tezlikləri bir-birinə birləşdiririk. Məsələn, bizim burada birinci A şəklimizdə tirciklərin uzunluğa birləşdirilməsi göstərilir. Bu asandır. Yəni baxanda da görürsən ki, tirciklər görürsüz uclarına yaxın yerdən birləşdirilib deyə. Biz deyirik ki, məsələn, uclarına yaxın olanda deyirik ki, uzunluğa birləşdirilmə. Həm də şəkildə görürsüz taxtalar elə bir uzunluğa birləşdirilib. Amma burada görürsüz, baxın eninə istiqamətdə birləşdiriləcək. Yəni burada birinci şəklimiz A-da olan uzunluqdur. B və C-də olan şəkillərimiz düz bucaq altında birləşdirilməsidir. Bizə bunu göstərir. Deməli, yenə də deyirəm. Ola bilər bu şəkil olduğu kimi verər, deyər ki, uyğunlaşdır. Burada biraz çaşa bilərsiniz, çünki burada 3 dənə şəkil var, amma 2 dənə ad var. Deməli, ikisi eni nəyə aiddir? Düzbucaq altındaya aiddir, B və C. Amma bir dənə A uzunluğa birləşməyə aiddir. C-də də onların ölçülər göstərilib, yəni bu da məlum məsələdir. Baxın, görürsünüz, nə qədər ölçüdür, bizə onu oxlarla işarə edib göstərilib. Yenə də deyirəm, uzunluq asandır, düzbucaq altında. Bunlar da asandır. Niyə? Çünki baxın, şəkildə görürük ki, baxın, burada uclarına yaxın yerdə birləşdirilib. Axı biz nəzəri hissədə öyrənirdik. Deyirdik ki, tirciklərin uzunluğa birləşməsi uclarına yaxın yerlərdə. Baxın, hardadır həmin cümləmiz? Deməli. Kiçik tirlər uclarına yaxın yerlərdə uzunluğuna, baxın görürsüz, uclarından birləşdiriliblərsə, deməli bu uzunluqdur. Axı biz bunu öyrənmişik nəzəri hissədə. Amma ortasında isə yalnız düzbucaq altında birləşdirilir. Baxın burada görürsüz, ortasından birləşdirilib. Burada da ortasından birləşdirilib. Yəni uc-uca iki taxta parçası birləşdirilməyib. Bu hissə asandır. Sonra gəlin burada bir ardıcıllıq var. Onun testini də işləyəcəyik müəllimələr. Ardıcılığı biraz qısa-qısa da öyrənəcəksiniz. Biraz başa da düşüb öyrənəcəksiniz. Məsələn, burada bir cümlə vardı, çox xoşuma gəldi. Cürbəcür yollar deyəcəm ki, təki siz bunu öyrənəsiniz. Deməli, buradan başlayır. Düzbucaq altında tirciklərin birləşdirilməsindən ardıcıllıq var burada. Buradan başlayır. Deyir ki, tirciklərin nişanlanması zamanı gələcək məlumatın uzunluğu və eni xəttkeşlə nişanlanır. Birinci ardıcıllığımız budur ki, xəttkeşlə nişanlanır. Və yenə də deyirəm müəllimələr, özünüz üçün yazın, dəftərə yazın ki, məsələn, tirciklərin düzbucaq altına birləşdirilməsi ardıcılığı. Yazın xəttkeş, xəttkeş. Sonra yazın ki, bucaqlıq, bucaqlıq. Sonra yazın resmus. Sonra yazın uzun kənarlarda uzunlu xətlər çəkilir, xətlər. Sonra yazın ki, kəsiləcək yer işarə olunur. Kəsiləcək yerlər məsələn işarə olunur. Ondan sonrası artıq məlum məsələdir ki, yəni mən kəsəcək yeri də nişanlamışamsa, mən onu verstəkdə bərkidərəm, taxtada, yəni kəsib götürəcəyim yeri elə bir şey nişanlayıram ki, bunları, baxın, bunu bu hala gətirmək üçün ya da bu olsun. Bunları mən ölçməliyəm, nişanlamalıyam. Sonra bunu verstəkdə bərkidib mən kəsməliyəm ki, onlar bərabər olsun. Onlar bir-birinə birləşsin və orada hündür-alçaq söhbəti olmasın. Onlar bir-birinə bərabər olsun. Yəni 2 dənə taxtanı birləşdirəndə onun yalnız birinin qalınlığına bərabər olsun. Bu dərsin ardıcılığın, yəni bu hissəsi biraz çaşdırıcıdır. Oradan o tərəfə asandır, onu izah edəcəm. Rahatdır, asandır. Həm də onu deyəsən izah da vermişəm, amma yenə də izah edəcəm. Onun ardıcılığını biz işləmişik, amma bu hissəsinin ardıcılığına baxmamışıq. Uzun bir ardıcılıq olacaq, deyəsən 12 dənə. İndi birazdan onun mövzudan sonra onun testini də işləyəcəyik. Deməli deyir ki, ya belə qısa-qısa bir var cümlələri əzbərləyəsiniz, bir də var cümlənin içindən sözlər. Bax, nə oldu müəllimlər? Ola bilər sizdən soruşum tək-tək. Məsələn, bax, birinci deyəcəksiniz ki, nişanlayıram, xəttkeş, bircə dəqiqə, nəyin köməklə, baxın, uzunluğu, xəttkeşlə nişanladım,
Dörd tərəfdən bucaqlığın köməyi ilə xəttlər çəkdim ona. Sonra, bax birinci bucaqlıq gəlir, sonra resmus gəlir. Resmusun, ayağını tən ortasına yerləşdirirəm, payızlı qəlbə birləşdirirəm, kənarlarda uzunluq xəttlər çəkirəm. Kəsiləcək, hissələr X-la qeyd olunur. Bunu belə deyirəm, indi sizə şəkillə də göstərəcəm müəllimlər. Baxın, bu şəkildə bilirəm ki, bu bir dəfə miqə düşüb deyə, bilirəm ki, bu şəkilləri əzbər bilirsiniz. Bunların yerlərini də bilirsiniz ki, məsələn, birinci bucaqlıqla nişanlayıblar, sonra ikinci resmusla bunun nişanlamasını bizə göstərib, sonra burada həmin o nişanlanan yerləri kəsilməsini, mişarla kəsilməsini göstərir. Sonra kəsim yerlərini iskənə ilə təmizlənməsini, kəsilməsini bizə göstərir. Bu şəkilləri bilirsiniz. Müəllimlər, şəkillə baxanda da biraz yadımızda da qalır axı. Burada, orada olan ardıcıllıqdan bir ikisi sırf bu şəkilə aiddir. Məsələn, bu şəkildə birinci bucaqlıqdır, ikinci resmusdur. Orada da birinci bucaqlıq var, ardıcıllıqda birinci bucaqlığı götürəcəyik, sonra resmusu. Həm də bu necə gəldi deyil də, ardıcıllıqdır. Yəni burada biz təsəvvür üçün bir bütöv taxtanı, baxın bu taxtanı xəttkeşlə eninin uzunluğunu ölçürük. Burada yəni bildik də mən haranı nişanlayacam, haranı kəsib götürəcəm. Baxın xəttkeşlə mən bunu ölçürəm, eninin uzunluğunu. Bax görürsüz bucaqlıqla eninə xəttlər çəkirəm. Sonra indi resmusla da bax görürsüz o cümləni deyəcəm sizə. Cümlədə yazıb ki, resmusun ayağı tircin eninin tən ortasında yerləşdirilir. Baxın deyir ki, resmusun ayağı baxın, bu resmusun ayağıdır. Bu da tircikdir. Bunun tən ortası haradır bu tirciyin? Baxın, bura. Görürsüz, tən ortasından bir belə, bir də bu istiqamətdə. Deyəsən, orada uzunluğa və eninə xəttlər çəkilir. Qoy cümləyə baxaq. Cümlə ilə şəkilə baxsaq, ardıcılığı heç vaxt yaddan çıxartmarıq. Deyir ki, tən ortasına yerləşdirilir. Deməli, həmin o tirciyin eninin tən ortasına resmusu yerləşdiririk. Paz ilə qəlbə birləşdirilir. Kənarlarda və başlıqda. Bax, bunu deyirəm ha. Bayaq göstərdimizsə, kənarında və başlığında. Baxın, kənarında və başlığında. Görək nə edir? Xətmi çəkir. Kənarında və başlığında uzununa xəttlər çəkir. Uzunluq olacaq onsuz da resmus varsa uzunluq olmalıdır. Bucaqlıq varsa eninə xəttlər çəkəcək. Şəkildə də görürük ki, bucaqlıqla eninə xətt çəkilir, resmusla uzunluğa xətt çəkilir. Ardıcılığı hələ ki öyrənirik müəllimələr. Deməli, nə oldu? Gəlin başdan baxaq. Mən bir taxta parçası götürdüm. Həmin o tirciyi gələcək məmulatın uzunluğunu, enini xəttkeşlə ölçdüm, nişanladım. Xəttkeş sözünü birinci götürürəm testdə. İndi birazdan test işləyəndə xəttkeşlə nişanlama, eni uzunluğunu nişanlama sözünü götürəcəyik. Sonra dörd tərəfdən bucaqlığın köməyi ilə eninə nişanlama xəttləri çəkəcəyik müəllimələr. Bunu ardıcılığı belə də yadda saxlaya bilərsiniz. Mən burada 4-ü, axı bizdə elə sözlər olur, məsələn, cümlədə tikiş bölməsində ayaqla başlayan söz var idi, ikinci sırada gəlirdi. Sizə demişdimmi, ayaq, insanın 2 ayağı olur. Cümlədə ayaq sözü varsa birinci, o ikinci ardıcılığımız ayaqdır. İndi burada da bütün gün öz-özümə elə bu kitaba baxmadan da demişəm ki, 4 tərəfdən bucaqlığın köməyi ilə nişanlanır. Bu cümləni əzbərləmişik də. Yəni bunu bəzən testlərdə də görürük. 4 tərəfdən bucaqlığın köməyi ilə eninə nişanlanır. Bu cümləni mən 4-ü 2-yə bölürəm. Bilirəm ki, bu 100% 2-ci cümləmdir. Diqqətli olun müəllimlər. Burada bir dənə tən ortasından sözün gördüm, çox sevindim. Ortadadır. Baxın, 3-cü cümlədə. Baxın, birinci xəttkeş, ikinci 4 tərəfdən bucaqlıqla eninə xəttlər çəkilir, nişanlama xəttləri çəkilir. Üçüncüdə deyir ki, resmusun ayağı tirciyin tən ortasında. 3 də həmişə ortadır. Düzdür, 1, 2, 3. Üçüncü orta olur da çox vaxt. Üçüncüyə baxın müəllimlər, ortadır. Deməli 1, 2, 3, 4, 5, 6 belə getsək, orta nədir? 3. Yəni mən 3-ü çox vaxt orta olaraq görürəm. Deməli ortada olan nədir? 3-cü cümləmiz ortada sözünü tapırıq. Tən ortasında. Yəni bu da bizim köməyimizə çatacaq. Baxın, 4 sözü varsa cümlədə, birinci 4-ün yarısı 2-dir. Deməli 4 tərəfdən bucaqlığın köməyi ilə eninə xəttlər çəkirəmsə, mən ona görə 4 sözün testdə görən kimi bunu mən biləcəm ki, bu ikinci cümləmdir. 4-ü böləcəm 2-yə 2. Baxın bu 4 sözünə görə. Bax bu üsulumuz bizim Muncuq hörmədə, Xaçvari Muncuq hörmədə də köməyimizə çatırdı. Baxın orada deyirdi 1, yox orada deyirdi 2, 3, 4. Yadınıza gəlir 2 muncuq 2 ipi götürürdük, 3 muncuq taxırdıq, 4-cü muncuq qarşıya hörmə. Yəni bu rəqəmlərlə tapırdıq ardıcılığı. Burada da indi hər yola əl atacağam ki, siz yadda saxlayasınız. Deməli neynədim?
Əgər heç cür tapa bilmirsinizsə, unutmusunuzsa, 4-ü birinci cümlədə 4 tərəfdən bucaqlıq deyirsə, bilin ki, bu 4-ü 2-yə böləcəyim ikinci cümləmdir mənim. Tən ortası deyirsə, bilin ki, bu 3-dür, ortada olan 3-dür. Yiyələrimiz var idi bizim, indi keçəcəyik birazdan. 0, 1, 2, 3, 4, 5. Orta yiyələrimiz hansı idi? 2, 3, yəni 3-cü rəqəmi. Yəni orta, tən ortasında yerləşdirilir sözünün 3-cü mərhələmiz olacaq, 3-cü ardıcıllığımız olacaq. Amma yenə də ehtiyac yoxdur. Deməli, mən bir dənə taxta götürürəm. O taxtanın qəşəng, uzunluğu, enli, xəttkeşlə birinci, yəni mən bucaqlıqdan da əvvəl, resmusdan da əvvəl mən onu xəttkeşlə özlüyümdə onu nişanlayıram ki, yəni bu hissədə resmusdan məsələn bucaqlıqla burasını ölçəcəm. Resmusun bu hissəsini ölçəcəm. Birinci yəni xəttkeş. Xəttkeşlə mən onun enini, uzunluğu gələcək məlumatına, məsələn bilirəm ki, bu hissəni kəsib götürəcəm. Enini, uzunluğunu yaxşıca mən nişanlayıram. Sonra həmin o nişanladığım yerə bax 4 tərəfdən bucaqlığın köməyi ilə eninə nişanlama xəttləri çəkilir. Görürsüz, birinci bucaqlığın bizə göstərib, danışıb, sonra şəkildə göstərib ki, bucaqlıqla eninə, görürsüz, 4 tərəfdən eninə nişanlama xəttləri çəkilib. O da ki, yəqin indi əslində o mən dediyim kimi olmaz. Baxın, bunu belə çəkib, bir də belə çəkib. İndi yəqin bu ikisi də o tərəfdədir, 4 tərəfdən deyir axı. Ya da ki, 2 dənə taxtanı birləşdirir axı, ikisini buna çəkib, ikisini də yəqin ona çəkib. Yəni o 4 tərəfdən sözünə görə deyirəm ha. Bunu hamısını çəkməz, çünki bunun yəni bunun kəsib götürər o tərəfə də olsa. Yəqin 2 dənə taxtadır, ona görə 4 tərəfdən nişanlama edir. Yəni ikisi burada, ikisini orada. Onunla işimiz yoxdur. Deməli, gördünüz, 4 tərəfdən bucaqlıqla eninə nişanlama xəttləri çəkib. İkinci şəkili görürsünüz, baxın, resmusdur. İndi bu resmusu da bir dəfənə etmir də. Resmusun, baxın, biz bilirik, bu 2 pazıdır, 3 onun qəlibidir, 2 ilə göstərilən onun pazıdır. Bunu mən oxuyanda elə yadda saxladım ki, güya ki, bu resmus hələ bütöv deyil, parça halındadır. Biz onu bunu etmək üçün biz onu birləşdiririk. Niyə? Cümləyə baxın, nə gəlib yazıb ki, bura. Deyir ki, tirciyin, resmusun ayağı deyir. Yəni bu ayağı, bu hissəsi. Tirciyin tən ortasına, düz deyir də, bax tirciyin ortasına, tən ortasına yerləşdirilib. Görürsüz, elə bir dənə taxtanın uzunluğunu yarıya 2 yerə bölüblər. Tən ortasına yerləşdirir, paz ilə qəlbə birləşdirirlər. Bax görürsüz, elə bir o ayağı. Əslində siz o ardıcıllıqda paz ilə qəlbə birləşdirir. Belə sözləri görəndə, yəni donmayın. Bilin ki, pazla qəlb nəyin hissəsidir? Resmusun hissəsidir. Yəni mən o resmusun ayaqlarını yerləşdiriciyə qoymuşam. Onun həmin o ayaq hissəsini elə fikirləşin ki, paz ilə qəlbə bağlamışam, birləşdirmişəm. Və deyir, kənarlarında və başlığında uzunluq xəttlər çəkilir. Əgər bu cümləni bunu ayrı verəcək, deyəcək ki, kənarlarında və başlıqlarda uzunluq xəttlər çəkilir. Məsələn, mən bilirəm ki, şəkli də yadımda saxlayıram ki, baxın, uzunluq xəttlər onsuz bilirəm resmusa aiddir. Bu heç. Resmusu ora yerləşdirəndən sonra o cümlə gələcək. Resmusun ardınca gəlməlidir. Çünki görürsüz, uzunluğa və uzun kənarlarda və başlıqlarda uzunluq xəttlər çəkdim. Deməli, nə oldu? Mən bucaqlıqla eninə xətt çəkəndən sonra nə etdim? Resmusun ayağını tirciyin bu taxtanın ortasına yerləşdirdim, tən ortasına. Çünki ortadan onu yarıya qədər uzunluğa kəsəcəm. Ortasına yerləşdirdim. Sonra paz ilə qəlbə birləşdirdim. Bax görürsüz, yəni bunu niyə pazla qəlbə birləşdirir ki, ayağı deyir, ayağı pazla qəlbə birləşdirib. Yəni elə bir fikirləşin ki, ayaq ayrı imiş, sonradan elə bir ki, onu sonradan pazla qəlbə birləşdirib. Sonra deyir ki, kənarlarında və başlıqlarda uzunluq xəttlər çəkilir. Məsələn, biz bilirdik onsuz da resmusdan uzunluq xəttlər çəkilir. Kənar sözü olmasa da, məsələn, biz bilirik ki, uzunluq xəttlər çəkilir resmusdan. Mən resmusu tirciyə yerləşdirmişəmsə ayağın, uzunluq xəttlər çəkəcəm. Bu iki ardıcıllıq hələ ki, bir-birini tamamlayır. Amma yenə də bu kənarlarda və başlıqlarda sözün şəkillə başa düşək ki, bəli, həm kənarında, həm başlığında uzunluq xəttlər çəkilib. Görək sonra nə var? Bircə dəqiqə. Deməli, mən bunu nə etdim? Həm bunu xəttkeşlə ölçdüm, nişanladım. Bucaqlıqla eninə nişanladım. Axı kəsib götürəcəm, bir eninə kəsəcəm. Bax, bunun bu hissəsini kəsəcəm. Bir də ki, müəllimlər, onun eninə qopmaz axı, bunu baxın. Bunu buranın bucaqlığına kəsib, bunu ortasını da yarıya qədər kəsib, bunu götürəcək axı. Burası qalacaq.
Ona görə də mən bunu reyismusdan da tirciyi neynəməliyəm? Baxın, görürsünüz müəllimələr? Bunu yarıya qədər nişanladığı yeri kəsir. Bir də ki, buranı kəsəcək ki, yəni bu 4 bucağı götürüb, bunun, baxın, bu taxtanın bu tərəfi qalacaq. Ona görə bunu həm eninə, həm uzunluğuna, həm reyismusdan, həm bucaqlığına nişanlayırlar ki, mən bunu ortadan yarıya qədər kəsim və bu olsun da, baxın, bu. Bax, görürsünüz? Bax, buranı reyismusdan nişanlayıb ki, bunu bura qədər kəssin. Sonra bunun bu hissəsini də eninə belə kvadrat götürüb, görürsünüz üstündən. Baxın, bu bütövlükdə bunu görürsünüz götürüb burasını. Ona görə bucaqlığına onu nişanlayıb, ölçüb o hissəni sonra mişarla kəsib çıxaracaq. Deməli, neynədim? Təkrar deyirəm, burada yadınızda qalsın. Xəttkeşlə ölçdüm, nişanladım, xətlərini çəkdim. Sonra bucaqlıq gəlir. Şəkildə də görürsünüz, bucaqlıqla birinci eninə xətlər çəkiblər. Eninə xətlər çəkiblər ki, məsələn, bunu birinci biliblər. Məsələn, görürsünüz, burada bu hazır var. Bu reyismusdan xətti çəkəndə necə gəldi etməyəcək. Bu biləcək ki, mən bucaqlıqla bura qədər nişanlamışam. Gəlib burada reyismusda dayanacaq. İndi şəkildə dayanmayıb, amma yenə də yadda saxlamaq üçün deyək ki, baxın. Buranı bucaqlıqla ölçüb nişanlayıb, reyismusdan da məsələn bura qədər, burada əslində dayanmayıbdır, yəqin bizə göstərmək üçün. Yəni bura qədər reyismusdan da çəkəcək, bunu kəsib sonra çıxardacaq. Belə, yəni birinci bucaqlıqdır, sonra reyismusun ayaqlarını yerləşdiririk, sonra pazla qəlibə birləşdiririk. Sonra kənarda və başlıqda şəkildə göstərdim ki, uzunluq xətlər çəkirik. Heç sonra kənar başlıq sözü olmasa da bilirik ki, reyismusu mən yerləşdirmişəmsə, pazla qəlibə onu birləşdirmişəmsə, mən neynəməliyəm? Uzunluq xətlər çəkməliyəm. Və artıq iş bitdi. Mən nişanladım. Xəttkeşlə, bucaqlıqla, reyismusla. Hər yeri nişanlamışam. Mən neynirəm? Buranı kəsib götürəcəm. Bura X qoydum, yəni nişanladım ki, bura kəsilib götürüləcək. Yəni mən reyismusdan da nişanladımsa, hardasa iş yarıya gəlmişəm. Kəsiləcək hissəni mən X işarəsi ilə qeyd edəcəm. Deyə buranı kəsib atacam. Mən nişanlamışam, ölçmüşəm, nişanlamışam, kəsiləcək yeri də orada özüm üçün nişanlamışam. Əgər mən kəsiləcək yeri nişanlamışamsa, mən kəsməyə başlamalıyam. Düzdür müəllimələr? Deməli, mən tircik verstaqın arxa sıxacında bərkidilir. Bu da ardıcıllıqdır. Deməli, mən tirciyi nişanladım kəsəcəyim yeri, başlayıram onu verstaqda bərkitməyə. Verstaqın arxa sıxacında bərkitməyə. Niyə? Bunu mən mişarlayacağam çünki. Deyir, tirciklikdən lifləri uzunluğuna və eninə xırda dişli mişarla nişan xətlərinin yarını tam mişarlamadan oduncaq parçasına kəsim atılır. Yəni, mişar bunu tam kəsib çıxara bilməz axı düzgün, səliqəli. Hələ bunu biraz elə bir ki, müvəqqəti mişarla kəsib götürəndən sonra istəyənə ilə də lazım olan artıq hissələri oradakı düzləşdirəcək də, yəni istəyənə ilə daha da kəsəndən sonra istəyənə ilə yenə də onu neynəyəcək? Bərabərləşdiriləcək. Deməli, neynirəm? Mən onu versaqda bərkitdim. Mişarla şəkilə baxın elə həm uzununa, həm də eninə. Deməli, uzununa birinci kəsib, onun fərqi yoxdur. Uzununa, sonra eninə xırda dişli mişarla kəsim edib. Niyə xırda dişli mişarla? Çünki burada kiçik bir ölçüdür. Biz bunu taxtanı elə bir ki, ensiz bir taxtada bunu ortadan elə bir yarıya bölürük. Yəni, burada bizə böyük bir mişara ehtiyac yoxdur. Xırda dişli mişarla mən onu kəsim atıram. Sonra nə edirik müəllimələr? Əgər tirciyin ortasında oduncaq parçası kəsilərsə, hələ iskəniyə keçmir, amma hələ bu bizə misal göstərir. Məsələn, burada ardıcıllıqda bunlar olmaya bilər. Çünki ardıcıllıq belə ki, versaqda bərkit, mişarla biraz kəsim et, sonra iskənə ilə, törpü ilə təmizlə, axırda yapışqan sürt bir-birinə birləşdir. Bu 2 dənə taxtanı bir-birinə yapışqan vur, birləşdir, olsun bir dənə taxta. Deməli, nə edirəm? Hələ ki, bu ardıcıllıq deyil, amma yenə də baxaq, birdən iş ardıcıl olaraq düşə bilər. Deyir, əgər tirciyin ortasında oduncaq parçası kəsilərsə, onda pəstah versaqın sıxacında etibarlı bərkidilir. Hələ ki, bunlar bildiyimizdə, yəni dediyini təkrarlayır. Versaqda bərkidir, aralarında 10-15 mm məsafə olmaqla mişarlanır. Bunu deyir də, yəqin ki, arasında deyir 10-15 mm məsafə olmaqla mişarlanır. Yəni, asandır, elə bir çətin hissə deyil. Mişarlanır, fərqi yoxdur. Onsuz da gəldi mişarlama sözünə çıxdı. Nə oldu? Versaqda bərkitdi, biraz xırda dişli mişarla kəsim atdı, sonra mişarladı. Mişarlayandan sonra törpü ilə, bu şəkili görürsünüz, mişarlayıb ortasından da bu deyəsən, tirciyi ortasından kəsib çıxarıb, neynir? Törpü ilə
təmizləyir. Mişarlayıb kəsib götürüb, ondan sonra törpü ilə təmizləyir. Törpü də ola bilər, iskənə də ola bilər, fərqi yoxdur. Uyğunlaşdırmağa çalışır da, yəni onlar bir-birinin iç-içə keçə bilsin, uyğunlaşsın bir-birinə. Onlar elə bir iç-içə keçirdir. Məsələn, görür hələ də biri böyükdür, biri balacadır. Yəni böyük olanı balacalaşdırır. Yəni onlar bərabər olsun, iç-içə keçə bilsinlər. Eyni olsun məsafəsi. Deməli nə olur? Burdan öyrənsin deyəsən sizə izah eləmişəm. Yəni də ardıcıllıqlar qrupunda keçən izah eləmişəm. Yəni bilmirəm dərsin izahında eləmişəm, yalan deyərəm. Bəlkə də dərsin izahında eləməmişəm. Yəni ona görə bu hissəyə diqqət edin. Burdan oynasa asandır. Məsələn, Verstaqda burdan oynasın, həm də testdə işləmişik. PDF-də var. Bunu bilirəm ki, işləmisiniz, asandır. Deməli, tircik Verstaqın arxa sıxacında bərkidilir. Uzunluğa və eninə biraz baxın, şəkildə ki, mişarlanır, kəsim atılır. Sonra mişarlanır. Aralarında 10-15 millimetr məsafə olmaqla mişarlanır. Mişarlayandan sonra kəsilən, baxın deyir mişarlanır. Daha sonra deyir xarrat iskənəsi ilə kəsilir. Ha, bu bir dənə buna da diqqət yetirin. Mişardan sonra iskənədir, iskənədən sonra törpüdür. Çünki mişardan sonra birbaşa törpü ola bilməz. İskənə ilə təmizlər. İskənə də elə bir taxtanı kəsmək üçündür. Çünki biz sizlə 8-ci sinifdə oduncağın oyulmasını öyrənəcəyik müəllimələr. İskənələrlə, məsələn, nov şəkilli iskənə olacaq, künclü iskənə olacaq. Yəni iskənələr də elə bir taxtadan elə bir kəsib çıxarır. Mişarlamır ha, ondan oyuq götürür, kəsib çıxarır. Necə ki biz rəndə ilə yonuruq, iskənə də hardasa elə bir taxtadan biraz qat çıxarır, yeyə kimi də elə yadda saxlayın. Necə ki, yeyən metaldan qat çıxardır. Burada da iskənədə artıq hissələrə baxın, şəkildə də görürük də, kəsib götürür, bərabərləşdirir, uyğunlaşdırır. Əslində asandır. Deməli, birinci mişarladım, sonra lazım olduqca mişarlayanda da, yəni biz kəsmək üçün də mişarlama, yəni orada artıqları götürmək üçün deyil, uyğunlaşdırmaq üçün deyil, ölçüləri, məsələn, orada mən tutam ki, taxtanı bir-birinə keçirdirəm, görürəm ki, yox, hələ keçmir, biri biraz balacadır, biri biraz böyükdür. Mən onu götürüb alayda mişarlamıram ki, mən onu iskənə ilə artıqları götürürəm, yəni uyğunlaşdırıram, iskənə ilə kəsirəm. Yəni mişarlayandan sonra iskənə ilə kəsilir. Baxın, deyir mişarlanır, deyir daha sonra xarrat iskənəsi ilə kəsilir. Kəsilən sahələr, gördünüz müəllimələr, kəsiləndən sonra kəsilən sahəni, həmin o kəsilən yerlər, sonra yenə iskənə ilə də edə bilər, amma və ya törpü ilə bir-birinə uyğunlaşdırana qədər, ara məsafəsi qalmayana qədər təmizlənir. Bunu mən belə də yadda saxlayıram. Biz taxtanı mişarlayanda mişarın dişlərinin yeri qalır axı, düzdür müəllimələr? Amma elə fikirləşin ki, bunu iskənə ilə təmizləyirik də, yəni onun yerləri qalmır. Yəni mişarlayandan sonra iskənə ilə kəsilir. Həmin o mişarın kəsdiyi yeri bir dəfə də iskənə ilə kəsirəm. Sonra onu törpü ilə ya da elə iskənənin özünlə, törpü ilə bir-birinə uyğunlaşdırana qədər təmizləyirəm. Hər şey hazırdır. Bax, uyğunlaşdırana qədər bunu təmizləmişəm. İkisi bir-birlərinə uyğundur taxtalar. Onları iç-içə keçirdirəm. Məsələn, birləşdirəcək səthlərə yapışqan yığıram, məmulat yığılır. Bu axırıncı cümləmizlə də yadda saxlaya bilərsiniz ki, yəni mən burada birləşdirirəm. 2 dənə taxtanı bir-birinə birləşdirəcəm. Təbii ki, mən axırda neynəməliyəm? Yapışqan vurub bir-birinə birləşdirməliyəm. Sonra görək nə yazılıb. Deyir ki, birləşmələrə əlavə olaraq mismar və ya şurup taxta tıxacla bərkitlikdə daha möhkəm olur. Bu ardıcıllıq deyil. O bizə ardıcılığı danışır. Sonra deyir ki, bunu istəyirsiniz deyir, birləşdirəndən sonra deyir, daha da möhkəm, yəni yapışqan o qədər də güvənilir deyil axı. Daha da möhkəm olması üçün deyir. Bax, görürsüz burada nə edə bilər? Şkantla yapışdırıblar. Yəni deyir, şkantla da taxta tıxac, yəni şkantdır da, taxtadan görürsüz, tıxac da deşik hissəyə yerləşdirilib. Taxta tıxacla, yəni şkantla, şurupla, mismarla da deyir, daha möhkəm ola bilər. Bərkitlikdə daha möhkəm ola bilər. Yəni birləşmələrə əlavə olaraq, bunu birləşdirmişəm. Əlavə olaraq mismar da vursam, daha ömürlük olacaq. Yəni o yapışqanın keyfiyyəti itməyəcək, orada qopmaz yapışqan. Yəni bu 2 qat elə bir birləşdirmiş olacam. Həm yapışqan, həm mismar. Hələ ki bu ardıcıllıq deyil. Sonra müəllimələr, burada bizim bir dənə də ardıcıllığımız başlayır ki, oduncağın şkantla, taxta, məsələn, tirziklərin şkantlarla birləşdirilməsi. Bu ardıcıllığımız asan görünsə də, orada bir dənə çaşdırıcı hissə var. İndi bilmirəm, onu sizə deyim, testini işləyək, yoxsa testini edək, səhv edək, sonra gələk buna baxaq o səfərki kimi. O biri qrupda izah eləmədim. Deməli, təbəqə metalın düzəldilməsi mövzusu idi. Ardıcılığı dedim, işləyin, səhv eləyin, sonra sizə izah eləyəcəm. Çünki insan səhv eləyəndə yadında daha da yaxşı qalır. İndi bu şkantda da siz səhv edərsiniz. Ondan sonra yenə də kitabda gəlib baxarıq, görək biz niyə səhv etdik. Bilən müəllimələr xahiş edirəm, mane olmasın, cavabları deməsin, sadəcə özlərinə
yoxlasınlar ki, görüm yadımda qalıb. Məsələn, bilirəm ki, Zümrüd müəlliməmiz bilir, danışmışam ona. İndi bir dəqiqə mənə bilirəm ki, bunu əzbərdə danışar. Əzbər yox, heç başa düşdüyü formada da danışar. Müəllimə, baxın, burada bu idi çaşdırıcı, bu elə edirdi, elə edirdi. Sadəcə məqsəd odur ki, öyrənək. Amma bilənlər də neynək? Təkrar arasınlar, görək nə dərəcədə yadında qalıb. Çünki onlara keçən bunu izah eləmişəm. Məsələn, mən özüm şkantla birləşdirməni ora baxmadan, inanın ki, heç oxumamışam, ona baxmamışam. Mən bir dənə bu hissəyə baxdım ki, sizə rahat, aydın nəsə deyə bilim, ötürə bilim. Onu danışa bilərəm sizə. Əzbər yox ha. Məsələn, deyirəm, birinci deşik açılır. Sonra yapışqan ruloşkata deşiyə yerləşdirilir. Sonra orada bir dənə məqam var, onu deməyəcəm. Orada çox adam başqa bir şey götürür də. Yəni yapışqan vurmuşam, sözü qurumalıdır, amma hələ qurumur. Başqa bir şey dedilər orada. Yaxşı. İndi nə edək? İsti-isti biz bunun testini işləyək. Ekranı paylaşım biz Telegramda bunun testini işləyək müəllimlər. Görək nə öyrəndik? Testdə necə düşəcək? Tapa bilərikmi? Çünki bilirik ki, bəzi şeylər elə test toplularından atılır, imtahana oradan ora göndərilir. Müəllimlər, bunun şəklinə də baxacaq, narahat olmayın. Hələ ki, ardıcılığa baxaq, hələ bunu öyrənək. Deməli, bax, görürsünüz müəllimlər, terciklərin taxma üsulə birləşdirməsi ardıcılığını deyir, təyin edir. Görürsünüz, yarıya qədər verib, tam verməyib. Biz hamısını bilməliyik. Bizə nə istəsə onu tapaq. Oradan 3 cümlə də deyə bilər. Məsələn, orada yapışdırmağa qədər ilk nə etməliyik, onu da soruşa bilər. Keyfləri necə istəsə soruşa bilər. Siz hamısını bilməlisiniz. Amma əzbərləmədən, rahat yolla. Məsələn, burada mən bilirəm ki, siz birliyə eləyəcəksiniz. Bu X-lə tapacaqsınız. Ona görə variantları qoymadım görəsiz. Buyurun müəllimələr. Yazın vərəqinizə. Bilirsiniz də bizim dərsə girəndə yanımızda vərəq olmalıdır, dəftər olmalıdır. Yazın bunu, ardıcıllıqdır, danışa-danışa. Axırda sizdən soruşacağam ki, kim nə yazdım. Məsələn, deyəcəksiniz müəllimə A, C, B, E, C. Buyurun müəllimələr, yazın. Yazılıb ki, terciklərin taxma üsulla birləşdirməsi ardıcılığını təyin edin. Bunun böyük forması da var. Bu əvvəlidir, bizə çətin gələn hissəsidir. Amma bunun böyük forması da var. İndi ona da baxacaq. Deməli, burada uzunluğa xətlər çəkilir. Üstünə işarə düşüb, amma yazılıb ki, uzunluğa xətlər çəkilir. Buyurun, Ayşən, buyur. Deməli, terciklərin taxma üsulla birləşdirməsi ardıcılığını tapın. Bilirəm ki, bu B-ni axırda götürəcəksiniz. Ona görə cavabları elədim ki, görməyəsiniz. Mənə lazımdır, siz öyrənəsiniz. Mənə lazım olsa burada cavabları deyərəm ki, deyin də, məntiqlə tapın, birinci ilə axırıncını tapın, qutardı. Amma imtahanda elə olmur, 2 dənə uyğun variant olur. Necə ki, o kurikulumdan 2 dənə variantın ikisi də düz olur, içindən ən düzünü tapasana görə. Burada da bizi çaşdırır. 2 dənə bir-birinə ən oxşar variant olur. Buyurun müəllimələr, yazın, özünüzə mane olmayım, susturam. İndi danışmışam, asandır. Burada bir dənə də açar sözümüz var, onu da deyəcəm sizə. Amma bəlkə olmaya da bilər o. Mən yazdım müəllimələr, buyurun. Kim yazdı? Tələsməyin, öyrənmək lazımdır. Tələsmək lazım deyil. Bu gün sırf bu mövzuya baxacaq. Bir də o biri mövzumuz asandır. Tercikləri, deyəsən silindir detallarının hazırlanmasıdır. O asandır. Ondan hər ilmigə düşür. Bəlkə bu ildə düşər, inşallah düşər. Çünki o şey, onu da hər il sarıladır. O bilir ki, bu imtahan sualıdır da, yəni bunu bilir. Onu bilməsəydi imtahandan öyrənmiş. Ben de yazdım müəllimə. Bəli, yazdınız müəllimə. Buyurun, deyin, nə yazdınız? Mən yazdım müəllimə C, A, D, E, B. Sonra başqa kim yazdı? Ben yazdım. C, Değil. A, B, D, Y. Niyə fərqli bəs? Madam yazmısınızsa hamı eyni yazmalıydı. C, Mən A, C, A, D, E, B. Belə yazmışam. Nəsə bildim. O biri sayda müəllimə C, A, B, D, Y. Müəllimə, mən də yazdım. C, A, Mən də- D, E, B. Ben onda Hamını səhv da- yazmışam. Mən də C, A, D, E, B yazdım müəllimə. Bəli, düzdür. Ay sabah bir dənə müəllimə öz səhvin başa düşdü. Ayşən nə yazıbsan Ayşən? Bəlkə də Amma yoxdur. yaxşı aşağını gizlətdiniz müəllimə. Belə yaxşı tapdım. Yo, mənə lazımdır siz öyrənin ay müəllim. Mənə Ben lazım de deyil elə ki, yazmışam müəllimə. elə yazsa halaldır. Hamınıza halaldır müəllimə. Gördünüz? Bunu inanın ki, adam bu kitaba baxır, deyir, bu düşdü məsələn, bunu Son bilmirəm. izahınız əla idi müəllimə. Son izahınızdan götürdüm. Son izah əla idi.
Nə idi ki? Nə dedim yadımdan çıxdı müəllimə. Hə, Nəysə bu ardıcıllıq ilə son izahda siz qəşəng dediniz, mən onu qavradım. Ay sabah. Vallahi o kitaba baxırdım mən. Atmışdım ora. Amma onu 10 dəqiqə mən ona sakit başla baxdım, şəklə baxdım, oxudum, şəklə baxdım, oxudum. Hələ biraz da başa düşmək olar. İndi onu biz etməmişik həyatda, ona bizə çətin gəlir. Amma gördüm yox, oxuya, baxa, mən bu sözləri əzbərləyirəm. Daha o sözlər mənim beynimdə gəzir də, testdə də görəndə bilirəm ki, kitabda axı göz yaddaşı var. Kitabda gözümüzün qabağına gəlir də birinci nə idi, ikinci nə idi. Deməli oxumaqdan başqası yoxdur da. Oturub bir dənə dərsi sakit yavaş-yavaş oxumaq lazımdır. 3-4 dəfə, 5 dəfə, 6 dəfə oxumaq. Ən azından əzbərləmək lazımdır. İmtahana yaxın kitabları dayanmadan oxuyun müəllimlər. Oxumaq çox yaxşıdır. Kitabı oxumaq həqiqətən də lazımdır. Çünki testdə görəndə, insan oxuyanda elə bir gözündən onun şəklini çəkir. Vallahi məsələn mən məktəb vaxtı oxuduğum şeylər sözü yadıma sala bilməsəm də kitab gözümün qabağına gəlir. Ay Allah, kitabdakı şəkilləri, yazılar gözümün qabağına gəlir. O Sözü adama kömək edir müəllimə, göz yaddaşı çox bəli, yaxşıdır. yox. İndi o məktəb kitablarını gətirib mənə versələr, məsələn, biologiya kitabından danışıram. O çox məsələn, orada bəzi mövzular xoşuma gəlirdi. Arada bir dərs öyrənirdim də. O kitabı gətirib mənə onun testini versələr, o sözlər bəlkə oxuduqca mənim yadıma gələr. Yəni oxumaqdan Müəllimə, başqası yox. 5-ci sinif texnologiya kitabı var məndə. Hə. Əmək təlimi yazıb üstünə. Ay, İlk dəfə, bəlkə sizdə olar o. Məndə İlk var dəfə, mənim. Durur bu hə, kitab. ilk dəfə texnologiya kitabının nəşri. Bəli, Natiq bəli. Axundov çox geniş formada, bütün Hı. mövzular o qədər genişdir, o qədər genişdir mənim. Amma 5-ci sinifdir də, bildiniz necə? Bir Bir dənə dənə vaxtı 5-ci sinif buraxılırdı, hə, bəli. bir dənə 5-ci sinif buraxılır, qalan dayandı. Amma o qədər genişdir müəllimə. Natiq Axundov mənim müəllimim olub da həm də. O qədər geniş, bunun hamısını o yazmışdı. Sonra Dilrubə müəllimə Axundova var idi, bəlkə tanıyardı, sonra rəhmətə getdi. O qızlarınkini yazırdı. Yəni deməli müəllimə, nə oldu? Yəni bu mövzu var ha, bunu bizə elə açıq yazılsaydı, biz heç bunu oynaya tapardıq biz bunu. Yəni başa düşərdik ki, ya birinci bunu belə kəsdilər, bunu məsələn mən hələ də dərk edə bilmirəm, niyə o Reismusun ayağını yerləşdirəndən sonra paz hardan gəldi? Pazı qəlbə nətə? Reismus bütöv deyil idi. O pazı qəlbə nətə birləşdirdi? O nə demək idi? İndi onu bura yazmayıb. Ha var, burada paz ilə qəlbə birləşdirirlər. İndi gərək bunu da ayırardım. Paz ilə qəlbi birləşdirib ayıra bilərdim, amma baxın, yenə də deyirəm, paz bilirik ki, Reismusun hissəsidir. Qəlb Reismusun hissəsidir. Vallahi o miqə düşmüşdü ya, orada insan həyəcanlı olur. Evdə gəlib baxırsan, deyirsən ki, eyninə xətt onsuz da bucaqlıqla çəkirəm də eyninə xətt. Orada cavabda bucaqlığı götürmək lazım idi. Amma orada nəyi götürmüşdük biz? Orada elə düz bucaq altında birləşdirməni gördük. Dedik bu eninə birləşdirilib, eninə tərəfdir, uzununa deyil də, o eninədir. Amma bizə sualda deyirdi ki, bucaqlıqla eninə nəsə elə bir şey deyirdi. İnsan sualı başa düşmədən uyğun gələni götürür. Amma onu oturub orada sakit, həyəcanlanmadan, tələsmədən fikirləşəndə həqiqətən də cavabı tapmaq olur. Onu da tapmaq üçün kitabı oxumaq lazımdır. Heç kəs kitabın o hissəsinə baxmamışdı ki, bu yəni burdan belə sual düşər, bunu mən yazım məntiqlə yox. Yəni həmin vaxtlar həmin o şəkillərə heç kəs baxmırdı. Elə ancaq onu öyrənirdilər ki, yəni mən özüm də dərsi keçəndə deyirdim ki, aralarındakı məsafəni oxuyun, uclarına necə birləşdirilir, uclarına yaxın yerdə uzunluğa. Onu öyrənin. Yəni bu şəkillərə, bu ardıcıllıqlara bu qədər dərinə getmirdi. Amma inşallah yenə də belə ediriksə, yəni bu elə bilirəm ki, bunun nəticəsi pis olmaz, yaxşı olar. İnşallah yəni yaxşı olar. Bir şeyə hazır olmasaq, məsələn mən sizə gedim bilmədiyiniz bir dərsdən sual versəm, cavab verə bilərsiniz? Xeyr. Amma ən azından oxuduğunuz dərsdən desəm, ən azından nəsə tapmağa çalışa bilərsiniz. Bir test görsək, bildiyimiz bir məsələn mənə indi bir dəqiqə təsvirin sənətdən bir test versinlər. Mən heç orada təqribi də bilmərəm də hansı variantı. Amma öz ixtisasımızdan bilmədiyimiz testi belə bir dəfə oxumuşuqsa, indi bir dəfə hardasa görmüşüksə, təqribi tapmağa çalışarıq ki, hə, bu ola bilər. Yəni biz oxumaq lazımdır, baxmaq lazımdır kitabdan. Oxuyanda dərsi bilmək lazım ki, bundan necə test düşə bilər? Mən bunu tələsik qara hərfləri öyrənib keçməyim. Dərsi öyrənmək xatirinə öyrənib keçməyim. Bunu mən öyrənim ki, burdan mənə başqa cür də sual düşə bilər. Toplularda olmayan suallar düşəcək. Ancaq götürüb o testlərdə olanları yazmırlar ki, hər insanın bir sual hazırlama qabiliyyəti var. Özlərindən bəlkə sual yaradacaqlar. Məsələn, elə həmin o test toplusunda suallar var. Kitabımıza aidiyyəti yoxdur. Özlərindən bir-iki suallar da var. Amma texnologiya ilə əlaqəlidir, amma kitaba aid deyil. İndi olur da kitabda olanı bəzən sual verirlər, sualı başa düşmürsən ki, məndən nə istəyir? 2-3 dənə elə suallar da olur, amma yenə də məntiqlə də tapmaq olur. Tələsmək də lazım deyil. Belə, bunu öyrəndim.
Sonra görün burada başqa nə var. Bax, bu biraz genişdir. Tələsmirsiniz, yazırsınız. Hamınızın dediklərim bura yazacağam. 13 dənə cümlədir. Tələsmirsiniz, cavablara da baxmırsınız. Öyrənmək istəyən cavablara gedib hardansa baxmasın. Telegrama girib baxmasın. Bax, yolunu da öyrədirəm. Azsa gedib telegrama girib baxmasın. İndi istəyən getsin baxsın, istəməyən, öyrənmək istəyən cavablara baxmasın, yazsın. Asandır. Mən burada variantlar desəm, siz onu 1 saniyədə tapacaqsınız. Mənə lazım deyil. Mənə öyrənməyiz lazımdır. Buyurun, mən də yazıram, siz də yazın. Gözləyirəm, tələsməyin. Əvvəlcə ən qəşəng belə eləyin. Əgər öyrənmisinizsə, öyrəndiyinizi gəzin. Məsələn, mən burada sizə bir dənə deyəcəkdim, gələcək məlumat. Açar sözümüz gələcəkdir. Çünki bir şeyə hazırlamamışdan gələcək nə deməkdir? Hələ əvvəl deməkdir. Yəni hələ bu hazırlamayıb, əvvəlidir bunun. Gələcək məmulatın. Yəni görürsüz, birinci gələcək məmulatın xəyalını qurmurduq. İndi burada da gələcək məmulat deyir. Yəni hələ hazır deyil. Birinci, yəni biz gələcəkdə nə edəcəyik? Onu birinci fikirləşirik, sonra gələcək sonradan olur. Gələcək zamanı. Yəni bu gələcək sözü bizim köməyimizə çatır ki, yəni bu birinci mərhələdə. Görüm hardadır gələcək? Gələcək varmı burada? O birində gələcək sözü var idi. 3-dədir. 3-də 3-də müəllimə göz təsili B x-nə işarə. Elə birincidədir müəllimə. Hə, bəli, Tezliklə yazın. nişanlanma zamanı. Bəli, gələcək məmulatın. Bax, heç bu xətkeş olmasın ha. Gələcək məmulat sözü də bizim köməyimizə çatır ki, yəni hazırlayacağımızın hələ hazır deyil, indidən onun planını qururuq. Gələcəyi indidən danışırıq, yəni gələcək sonradan olur. Yaxşı, buyurun müəllimə. Bax, bir dənə kömək elədim sizə. Həm də ehtiyac yoxdur, xətkeş var. Nə demişdim? Biraz deyin, biraz da kömək eləyin. Xətkeş, bucaqlıq, resmus. Elə Ardıcıl. onda ikinci də elə xətkeşdən, əgər xətkeşdirsə, Xətkeş, bucaqlıq, resmus. İndi tapın müəllimlər. 3 dənə ardıcıllıq dedim sizə. Bu üçün öyrənəndən sonra adam tapır. Birinci xətkeşlə, sonra bucaqlıqla nəsə edirəm, nişanlayıram, ölçürəm, bitirəm. Sonra resmusla nişanlayıb ölçüb bitirəm. Yazın, tələsməyin. Dörd ola bilməz. Hələ bu sonradan mən onu bəlkə dərəm versəkdən. Bax, görürsünüz, orada 7-ciyə baxın, mən dedim, ha, ardıcıl bəlkə düşməz. Amma onu da salıblar bura. Ona görə kitab nədirsə elə bir öyrənmək lazımdır. yəni dediniz o 4 tərəfdən olanda 2-yə bölünəndə 2-ni götürürük də. İkinci İkinci sırada ardıcıllıq bəli. Aysa, həm də deyir ki, bucaqlıq, xətkeşdən sonra bucaqlıq gəlirdi. 4 sözünə görə dedik 2-yə bölünür, ikinci ardıcıllıq o gəlir. Bəli, bəli. İstəyirsiniz bunu bu testi öyrənə edə bilər ya müəllimələr. Müzakirə də Yazdım eləyək. müəlliməmə. Görüm düz çıxarsın. Hələ de, mən də yazım. Nə edeyim? Cavabı Yazdığı bəli de, 1. 1, 2, Bəli. 5, Ay sağ ol, düz getsin. 6, Ay, 11, Hı. 3, tez. 4, 10, 9, 8, 12, 13. Deməli, Ayşənin görüm variantı var. 125, 125, 6, 11, 3, 4. Deyəsən B-dir. Yox, 7 hani bə, 7-ni yeyibsən. 7 yadımdan çıxdı. Baxım 7-yə. 9, 8, 12. Hə, deyəsən B. Ayşənin deməyindən B-yə uyğun gəlir. İndi mən bunu vurmaq istəmirəm də. Bir dənə Telegramda bunu işarə eləyin, görün cavab hansıdır. Çünki o biri müəllimələrə də işlədəcəm axı, istəmirəm cavabı görünsün. Deməli, Ayşən yazıb ki, 1. Birinci düzdür. Başqa müəllimələrimizdən yazıb. Kim yazdı başqa? Tələsməyin. Bax, Can Ayşənin testini yoxlayaq. 13 axırda da düz deyir. Mən 4-ə qədər 1, 2, 3, 1, 2, 5, 6, 3, 4 yazmışam. Sonrasına 10'u yazmışam. Müəllimə cavabı 11'i səhv idi Ayşən. Ben de 11'i yemişim. Onda. Ayşən Biraz- səhv idi cavabı müəllimə. D variantıdır. Vurdum, baxdım. Cavab D, D-dir. Bəli, D variantıdır. 1, Ben 2, 3 gəlir. 1, Kəsiləcək 2, hissələr. 3. 1, 2, Kəsiləcək 5, hissələr 3 Yox, gəlir, bir- bəli. bilməz axı. Kəsiləcək hissələr X-lə işarə olunur. O resmusdan sonrakıdır. O nə tərih indi gəlir ki? Hə, elə gəldi.
Amma bəlkə testdə, bəlkə mən səhv etmişəm, onu düzəldərəm səhvsə. Gəlin baxaq. Kitabda yazılı olsun, bir dənə dedikdə 1, yoxdur. 2, 5, 6'dır amma ardıcı. 1, 2, 5, 6. Gəlin baxaq. Bax, bir nədir? 6'dır. Birdə yazıb ki, bax, bu kitab da yanımızdadır. Heç ehtiyac yoxdur, indi öyrənmişik, asandır. Deməli, birinci nə edirdi? Birinci olacaq 1. Çünki gələcək məlumatın en uzunluğu xəttkeşlə nişanlanacaq. 1 düzdür. Cavaba baxmayaq, hələ ki biz düzləri tapaq, sonra cavaba Bir. baxarıq. Yazdım 1. Sonra xəttkeşdən sonra bucaqlıq idi. Hardadır bucaqlıq? 2-də nişanlanma xəttləri çəkilir çünki. 4 tərəfdən bucaqlıqla nişanlama xəttləri çəkirəm. Sonra resmusun ayağını tirciyin tən ortasında, 3-cü orta idi də, orta 3-də idi. Hanı orada? Həm də 5. resmus gəlirdim. 5. Resmusla nə elədim? Tirciyin tən ortasına yerləşdirdim. Sonra pazla qəlbi birləşdirəcəkdim də. Çünki dedim axı pazla gəlib resmusun hissəsidir. 125, 6 hansı variantdadır? 125, 6 hələ ki E-də də var, B-də də var. Yaxşı, görək ondan sonra 11 mi gəlir? Yerləşdirəndən sonra, axı dedim, resmusla nə elədim? Mən ayağını da birləşdirmişəm, hazırlamışam. Mən resmusla kənarında və başlığında uzunluğa xəttlər çəkirdim. 11 gələcək, düzdür müəllimələr? Bəli. Hələ ki Ayşən düz gedir. 11 gəldi. Resmusla uzunluğun eninə xəttlər çəkdim. Mən xəttkeş, bucaqlıq resmusda hər şey etmişəm də. Day nə edəcəm? Mən bunu nişanlayıram. Kəsəcəyim yeri x-layıram. Hani x? Kəsəcək, Üçdə. 3 gəlir. Aysə, hələ ki düz gedirik, 3 gəlir. Hələ ki bizim onda E variantımız səhvdir. Onu düzəldərəm. Yaxşı müəllimlər? Mən B-ni vurdum, düz vurdu da cavab. Deməli B variantı düzdür. Siz B-ni vurdunuz, düz çıxdı. Hə, Bəli, müəllimə, bəli. düz çıxdı. İndi düz çıxdı. B variantı çıxdı. D yox, B variantı mənim. B variantı. Hə, B variantı çıxdı indi. Deməli 3 oldu. Sonra nə etdim? Bax x-ladım. X-dən sonra mən bunu kəsəcəm axı. Mən verstakda bunu birləşdirəcəm. Ha, bax mən cavablara baxmıram ha müəllimələr. 4-dür, sonra verstakda birləşdirdim. Bəli, 4-dür. Və sonra baxmıram. Verstakda birləşdirəndən sonra nə edirəm? Liflərin uzun və eni xırda dişli mişar parçası ilə kəsim atılır. Bəli, kəsim atırdım. Xırda mişarla elə bir verstakda bərkidəndən sonra kəsmirəm, ha, kəsim atıram. Hardadır bu kəsim atıram? 10-da. 10, yaxşı, 10-da kəsim atdım. Sonra kəsim atandan sonra indi yenə deyəsən 7 gələr də yəqin ki, əgər deyir ki, oduncağın ortasından axı orada bir əlavə söz var idi. Kəsəndən sonra bizə başlayır danışmağa, yəni deyir ki, belə etmək istəyirsənsə, ortadan etmək istəyirsənsə, belə mişarla deyirdi. Ortasında deyir oduncaq parçası kəsiləcəksə, etibarlı deyir bəlkə verstakda 7. 7-ni yemişdim. 7-dən sonra görən nə gəlir? 10-15. Çünki rəqəm var idi onda. Bəli, orada deyir kəsirsən, bərkitdim verstakda 10-15 millimetr məsafə formaqla mişarladım. 9. Ay sağ ol. Sonra tək xarrat iskənəsi gəlirdi. Tək iskənə Bəli, gəlirdi. iskənə gəlirdi, bəli. Sonra iskənədən sonra bax kəsilirdi, iskənə ilə kəsilir deyəcək. 8. İskənə ilə kəsiləcək, sonra kəsilən hissə həm iskənə həm də ya da törpü ilə uyğunlaşdırılacaq. Yəni iskənə sözünü görməyin, törpünü götürün. Bir dəfə iskənə ilə kəsəcək, həmin o kəsdiyi, iskənə ilə kəsdiyi yer var ha, 12. İskənə ilə kəsdiyi yeri də törpü ilə təmizləyəcək. Mişarlayacaq, iskənə ilə kəsəcək, sonra təzədən ya iskənə ilə ya da törpü ilə təmizləyəcək, uyğunlaşdıracaq. İskənə ilə kəsir, sonra uyğunlaşdırır. Heç onlar siz çaşdırmasın. Mişarlayıb, kəsib götürüb, yenə də kəsib, sonra uyğunlaşdırır bir-birinə. Uyğunlaşdırmışamsa da mən yapışdırmalıyam. 13 gəlir. Doğru cavabımız nə oldu müəllimlər? 125, 6, 11, 125, 6, 11, 3, 4, 10, 7, 9, 8, 12 elə B variantımızdır müəllimlər. Mən bunu dəyişmirəm. B-dirsə, deyin mənə. B-ni nişanlamışamsa B-dir. Nişanlamamışamsa testi dəyişim, cavabı B qoyum. B-dir müəllimə, B-dir. Yaxşı. Burada nə var? Ha, bunu da öyrədəcəm, sonra işləyəcək. Burada da çox asandır, amma belə baxanda insan qorxur ki, ay Allah, bu nədir? Amma inşallah bu düşsün. Çünki həqiqətən də çox asandır. Orada çevirə çəkir, çevirəni yonur, 800-ünü yonur. Sonra 1600-ünü çəkir, onu yonur. Asandır. Bunu bizə lazım deyil, bu da lazım deyil. Bugünkü dərsimizə aid bunu etdik də, müəllimələr, düzdür. Əl alətlərim asandır, hamımız bilirik, amma ona gələndən sonra onu edərik. Bu elə bizə lazım deyil. Sadəcə vaxtım var deyə atmışdım onu teleqrama. Belə, bugünkü mövzumuzun bu iki ardıcılığını öyrəndik. Düzdür müəllimlər? Çətinlik də çəkmədik. İndi şəkilləri izah eləmədim sizə. Bu mövzu ilə
Ha, şkant qaldı. Bir dənə bunun şkantını da sizə testin işlədim. Onu səhv eləyin sonra. Çünki səhv eləyəndə insan heç vaxt da onu yaddan çıxartmır. Şkant. Cürə gələcək şkant. Şkantın ardıcılığın bir dənə Bəlkə onu da mən tapardım siz onu hazır saxlayardım. Eybi yoxdur, burada olacaq. Burada olmasa da ardıcılıqlar testində olacaq. Niyə bura gəlmədi ki? Şkanta görüm kim tapar müəllimlər. Tez şkantla Ardıcılıqdadır, müəllimə. köhnə ardıcılıq PDF-imizdə olardı. Çünki mən onu atmışdım. Yedilə bu müəllimənin 6-cı sinifin testində də var şkant. Neynəyi taparıq? Neynə? PDF-dən gedək. PDF-dən işləyəm. Vaxt itirməyək. Onu PDF-dən işləyəm. Mən PDF-imizi açım. Özüm istəyirəm ki, şkantı bir dəfə səhv eləyin, sonra orada bilək də biz nəyi səhv elədik. Səhv eləyəndən sonra onu insan testdə yaddan çıxartmaq istəmir. Aşağıdan yazdıqlarınızı görmürdüm. Ona görə ekranı paylaşanda aşağıdan yazılanları görmürəm. Deməli, biz baxaq bu mövzunun testinə 6-cı sinifdə. Üzülürsən. Deməli, bunun testinin adını nə yazmışdım mən? Bir dənə 6-cı sinifimizin testini qrupumuza göndərin, zəhmət olmasa bu müəllimə. Yox, tapdım deyirsən. Belə müəllimlər, tezliklərin şkartlarla möhkəmləndirməsidir. Burada cavabları silirəm ki, özümüz tapaq. Dərsi oxumusunuz. Məntiqlə də bilirək də, yəni biz taxtadır, burada deşik açırıq. Ora elə bir şkant yerləşdirəcək. Yəni oduncaq mil. Baxaq müəllimlər. Tezliklərin şkantla möhkəmləndirilməsi ardıcıllığını müəyyən edin. Ekrana yazmırıq, vərəqimizə yazırıq. Aşağıda ya oradan söhbət, yəni chat bölməsindən cavabı yazın, ya da ki, səsi açıb buyurub, cavabı kim yazıbsa buyurub deyə bilər. Asandanmı? Buyurun müəllimələrimiz, yazın, tələsməyin. Dərsi oxuyubsunuz da yəqin ki. Bəlkə də bunun ardıcılığını izahda vermişəm. Bəlkə də bunu izah eləmişəm müəllimələr ardıcılığı. İnanmıram, mən video izahda ardıcılığa önəm verim. İzah eləmişəm müəllimələr bunu izahda, video izahda ardıcılığı. Denən müəllimə baxmışıq ki, izaha. Müəllimələr. Bunun izahı var ardıcılıq dərsin izahında. Yoxdursa mən yəqin müəllimələrə keçən canlı izah eləmişəm də, videoda yox, özüm izah eləmişəm. Eyb yoxdur, bu gün sizinlə bunu öyrənəcək, narahat olmayın. Bir dənə səhv eləyək ki, qoy hamının etdiyi səhvi edək ki, bilək ki, bu testi görəndə bilək ki, burada səhv eləyə bilərəm, amma bunu eləməyim. Kim yazdım? Belə baxanda bu cümlələri öyrənirik, çünki testə düşür, amma ardıcıl formada öyrənmirdik. Kim yazdı müəllimələr? Kim? 8-dən ardıcılıqdır. Asandır. 2 dənə taxtanı bir-birinə birləşdirirlər. Elə bir ki, mismarın əvəzinə taxta, elə bir mismarımız taxtadan olur da. Taxta ilə birləşdirilir. Elə bir mismar Müəllimə, taxtadan. yazdım, amma ki, Amma ki, de yazıram bura. Buyur imtahandasan, amma ki, imtahandasan, yazırsan. İndi yoxlayırıq ki, düz yapsa, yoxsa yox. Buyur. 1, 3, Hı, 2, bəli. 5, 6, Sonra. 7, 8. Sonra Aynur müəllimə buyurun səs açın ya da aşağıdan yazın. Kim yazıbsa aşağıdan cavablar yazsın ya da səs açıb desin. Yazdım, yazmışam müəllimə. Deyim. Bəli. 1, 3, Bəli. 52, Ay sağ ol. Səhv. Biri başqa, biri başqa. 47, 68. 47, Oo. 68. Başqa. Ayşən 4-ü yeyib. Ayşən sən nə inirsən? 47 nə? Mən 4-ü yemişəm. Zarafatsız.
Ha, elə eləmədi. Bax görsən. Sonra Ayşən 4-ü bir dənə ora harasa at da indi dayı sənsən də onsuz da sən öyrəşibsən. Bir dənə harasa at 4-ü. Alaydan fikirləş. Müəllimələr, tərənə müəllimə, başqa müəllimələrimiz kim yazıb? Səs açın, buyurun deyin. Mən Hələ dinləndim. yavaş-yavaş yazırıq da. Əvvəlin yazmışıq, hələ qurtarmamışam. 1 3 5-i qoymuşam. Axıra 5, 4 8 müəllimə. atmışam. 5, 4, 6. Hə, hə. Ha, Hə. yaxşı. 1 3 5 qoymuşam. Sonra 6 7 8 düzmüşəm. 4-ü ancaq hara qoyacağam. Hələ tapırıq. 4 nədir ki? 4 nədir ki? 4. 4 yapışqandır da, bir axırıdır. Yapışqan quruyub, quruyandan da sonra onun başlıqları yonaram da, qopardaram, kəsərəm. Yox, mişarram. 4-dən sonra 7 gəlir də yəqin ki. Hələ görün bu bizim tapdıqlarımız variantda varmı? Deməli, 132, 546, 132. Əla Ayşən yazacaqsan. 132 heç yerdə yox. Sonra 135. Hə, yenə biraz 2 yerdə var. Bax, müəllimə yaxınlaşıb 2 yerdə var. 135, 247. Hə, A ola bilər. 60. Müəllimənin dediyinə görə A-dır cavab. Hələ ki baxırıq. Hələ mən ardıcığa baxmamışam. Sadəcə variantlara baxıram. Sonra buyurun varianta da baxıb elə də edək. Çünki orada variant olur. Yəni elə edək, buyurun. Çünki onsuz da biz bunu keçən il müəllimələrimiz elə variantla səhv eləmişdi deyəsən. Bu səhv ediləcək bir testdir. Burada məqsəd öyrənməkdir. Ki biz bunu öyrənək. Zümrüd səsin gəlmir, hardasan? Sona müəllimə, xanım müəllimə, buyurun. Səidə müəllimə, Mənzər müəllimə. Biraz aktiv olaq. Deməli bu nədir? Birinci dəfə işləyəndə mən bunu evdə işləmişdim. C variantını eləmişdim. Sadəcə orada gördüm ki, səhv eləmişəm. Təzədən bir də kitaba baxdım. A variantı doğru variantdır. Sadəcə biraz adamın bəzi yerlərdə qarışdırdığı olmuş. Deyəcəm. Deməli mən bu testə baxmamış, təqribi yadımda qalanları sizə deyəcəm. Deməli burada nə edirik? Mən taxtadır, 2 dənə taxtanı bir-birinə birləşdirməliyəm. Amma mənim mismarın əvəzinə şkantdır da. Məsələn, mənim mismarım şkantımdır, taxtadır. Balaca bir taxta parçasından 2 dənə taxtanı bir-birinə cala gətirəndə birləşdirirəm. Deməli mən nə etməliyəm? Birinci deşik açmalıyam. Çünki o taxta milin şkantın ucu yoxdur axı, o mismar kimi deyil axı, taxtaya batmayacaq, ya şurup kimi deyil. Mən elə bir onu deşik açıram, 2 dənə taxtanı bir-birinə birləşdirirəm, orada deşik açıram. O şkanta yapışqan vuracam, onu qoyacam o taxtanın içərisinə, deşik hissəyə yerləşdirəcəm. Sonra indi orada quruyacaqlar, yapışdır. İndi gəlin baxa. Deməli nə edirəm? Deşik açıram, şkanta yapışqan vururam, şkant deşiyə yerləşdiriləcək. Ondan sonra müəllimlər, hamımız fikirləşərik ki, mən yapışqan vurmuşam, onu o içinə qoymuşam, gözləyim yapışqan qurusun. Amma hələ qurumur. Yapışqan qurumamış, orada bir cümlə var, bilmirəm hardadır. Orada deyəcək ki, ölçülərə nəzarət edilir. Sonra yapışqan tam bərkiyənə qədər deyəsən verstaqda hardasa qoyub onu gözləyəcəklər, quruyacaq 24 saat. Ondan sonra quruyub axı bu yapışqan. Sonra deyəsən kənara çıxan hissələri mişarla kəsəcəklər, bərkiyəndən sonra kənara çıxan yerləri kəsib götürəcəklər. Sonra o başlıqları qoparmamaq üçün, axı bu yapışıb, elə onu yonmalıyıq ki, kəsəndən sonra rəndə gələr də. Orada artıqları kəsib götürürlər. Ondan sonra onu rəndə ilə yonurlar. Yonanda da onu çox tərpətmirlər, yəni qopartmamaq şərti ilə onu rəndə ilə yonurlar. Sumbata kağızı rəndədən sonra gəlir təmizləyirlər. Kim yəni 2 dənə taxtanı bir-birinə yapışdırdı, ölçülərə baxdı, yapışqanı sürtüb, ölçülərə baxıb, sonra onu qurumağa qoyub. İndi onu testdə görəcəksiniz. Deməli orada bir dənə çaşdırıcı hissə odur ki, mən yapışqanı vuran kimi elə bilirdim ki, testə qaçıb götürürdüm ki, yapışqanı vurdum, o qurusun, qurumağı götürürdüm, amma qurumur. Təsəvvür mən 2 dənə taxtanı yapışdırmışam. Baxıram ki, ölçülərə nəzarət etməliyəm ki, görüm mən bunu yapışdırmışam, bunlar bir-birinə uyğundurmu? Ölçüləri yəni üst-üstə mi yapışdırmışam? Yəni mən yapışqanı çəkəndən sonra həmişə nə etməliyəm müəllimlər? Baxıram görüm həqiqətən də bunu düzmü yapışdırmışam? O quruyandan sonra mən geri dönə bilməyəcəm çünki. İndi burada ölçü məsələsi var bir dənə. Yapışqanı çəkəndən sonra biz götürərik ki, onu qurudaq, verstaqda saxlayaq, qurusun yapışqan. Sıxaq onu, bax deyir 4-ü götürərik ki, yəni o sıxılmış vəziyyətdə qalsın.
Amma burada ölçü sözü var. Görüm harda da ölçülərə nəzarət. 3 gəlir. Ölçülərə nəzarət edirəm. Deməli cavabımız olacaq. Bir dənə təqribə baxaq, səhv etməyə də düz yolla gedək. Doğrudur. Cavabımız A-dır. Niyə? A-da yazıb ki 1. 1 nədir? Deşiklər açılır. Bu taxtadır. Burada mən deşik açıram. Çünki bunun içərisinə həmin o bu formada olan milciyimi yerləşdirəcəm. Yəni mismarım taxtadan. Onu yerləşdirəcəm. Birinci oldu. Deşik açıram. Deşik açmışamsa nə olacaq? 3 gələcək. Şkantlara yapışqan vururam. Həmin o deşikə geydirirəm. Yəni mən şkanta yapışqan vurdum. O deşiyin içərisinə yerləşdirdim. Sonra burada tez nəyə götürə bilərəm? 4-ü götürmək istəyirəm. Düzdür, amma 4-ü götürmürəm. Yəni götürmək istəyirəm ki, yapışqan vurdum, onu deşiyə yerləşdirdim, o qurusun deyərəm. Sıxıb saxlayıram ki, qurusun. Amma yox. Mən onu bucaqlığı ilə məmulatın ölçülərinə və tezliklərin ölçülərinə nəzarət edirəm. Yəni burada eninə birləşdirdiyimə görə mən bucaqlıqla baxıram, görürəm ortasındandırmı? Düzgündürmü? Düz bucaq altında mı birləşdirmişəm? Bucaqlıqla mən ona baxaram. Ölçülərə nəzarət edim ki, onu qurumamış edim də nəzarət. Yaxşı müəllimələr? Yəni bu hələ Silahın bəli. da səhv gəlir axı. Niyə ki müəllimə kitabda elə yazılıb. Kitabı oxu, kitabda yazılanı bilmək istəyirəm. Yo, səhv deyil, düzdür. Deməli, bir şkantla Sıxıcının arasına qoymamışdan biz nəzarət ediriksə, bəli. birinci və A variantında verib 1, 3, 5 nədir? Yığılmış birləşmələrin artıq taxta ilə sıxacın altına qoyub bərkidir. Sonra o birisi gəlir, 2 gəlir. Sıxacı qoyandan sonra nəzarət edirik də. Yəni sıxacı qoyanda ola bilər ki, əyilsin məmulat ya da nəsə olsun. Aynen sıxacı qoyub sonra nəzarət edir axı. Üzr istəyirəm, mən demədim. Bəli, qısaldıb deyirəm də, bəli, düzdür. Sıxaca qoyuruq, bəli. Deməli, nə edirəm? Düz deyir müəllimə. Əslində müəllimə düz deyir. Mən cümləni qısaltmışam, amma eyni mənadır, hə. Yəni o tam quruyana qədər gözləməkdən əvvəl ölçüyə nəzarət edirəm. Onu deyirdim mən bayaqda. Müəllimə düz deyir, bəli. Deməli, mən deşik açdım. Sonra burada nə var? 3 yapışqan sürtdüm həmin o şkanta, deşiklərə onu qoydum, geydirdim. Yəni yerləşdirdim onu deşiyə. Sonra onu sıxacda bərkidirəm, sıxılmış vəziyyətdə. Deməli, hardadır bu? 5. Yığılmış hissələr var. Yığmışam, yapışqan vurmuşam, birləşdirmişəm. Yığılmış hissələri altlıq taxta ilə birlikdə sıxaclarda sıxıram. Ondan sonra mən onu qurumağa qoymayacam. Ondan sonra mən nə götürə bilərəm burada? 4-ü götürə bilərəm. Çünki elə fikirləşirəm ki, sıxacda sıxmışam. Sonra onu tam quruyana qədər sıxılı vəziyyətdə saxlayımı fikirləşirəm. Amma yox. Mən onu sıxacda sıxandan sonra müəllimə dediyi kimi, bəlkə onu sıxacda sıxanda onun yeri oynadı. Biraz ölçülər elə bir ki, bərabər olmadı. Yerindən biraz yerin dəyişdi. Yəni mən sıxacda sıxanda nəzarət edirəm ki, görüm üst-üstə doğru mu yerləşdirmişəm? Bəlkə şkantın yarısı qalacaq çöldə. Yəni şkant bəlkə sıxacda sıxanda oradan biraz çıxacaq xaricə. Axı mən şkantı deşiyin içərisinə qoymuşdum. Düzdür müəllimələr? Yəni ona nəzarət edirəm bu zaman. Ölçülərə, tirdiklərin ölçülərinə nəzarət edirəm bucaqlıq ilə. Ondan sonra 2-dir. Tam bərk 2-dən nəzarət edəndən sonra 4-dür. Məmulatın yapışqan tam quruyana qədər nəzarət elədim. Sıxacda sıxdım, bərkitdim. Sonra bir dəfə də yoxladım ki, hələ qurumağa qoymuram. Bir dəfə də yoxlayıram ki, görüm burada nəsə bir şey yoxdur, səhvlik yoxdur. Ondan sonra görürəm yaxşıdır, yoxladım, ölçülərə nəzarət etdim. Sonra yadınızda da bu konstruksiya edilmədə də belə idi ya. Elə bir onun təcrübə nümunəsini hazırlayırdıq. Onu sonra işlədirdik, iş qabiliyyətini yoxlayırdıq, möhkəmliyini, etibarlılığını yoxlayırdıq. Sonra qüsurları aradan qaldırırdıq. Bax görürsüz müəllimələr? İndi burada da nə edirlər? Sıxacda sıxdılar, qoymurlar qurumağa. Baxırlar, bir dəfə də yoxlayırlar, bir dəfə də ölçülərə nəzarət edirlər. Sonra qurusunda bəli, yəni ölçüyə baxmışamsa deməli düzdür də, yaxşıdır hər şey. Mən bunu qoyuram, quruyur, sıxılmış vəziyyətdə saxlayıram. 4, 4-dən sonra 7. Mən bunu saxlamışamsa, yəqin bu yapışqan qurumalıdır, düzdür? Yapışqan bərkiyib, quruyub, bərkiyəndən sonra orada şəkildə də var. Kənara çıxan hissələri orada mişarlayıb, kəsib götürürlər. Dərsimizin şəklində var. Sıxacda sıxıb onu bizə göstərib, orada axırda nə edir? Mişarlayır kənarları. Deməli, yapışqan quruyandan sonra kənara çıxan başlıqları xırda dişli mişarlayırlar. Görək sonra nə edirlər? 6. Sonra mişarlayandan sonra onu yolmaq lazımdır axı. Özdə onu təzə yapışdırma. Quruyub da yapışqan. Amma yenə də başlıqları qoparmamaq üçün məmulatın yapışdırma yerlərini kənardan
mərkəzə doğru rəndə ilə yonurlar. Yəni mərkəzdən yonmurlar. Qopamaq üçün kənardan mərkəzə doğru rəndə ilə yonurlar ki, başlıqlar qopmasın. Sonra 8. Axırda da yonandan da sonra bilirik ki, biz sumbata kağızından təmizləyirik. Rəndə ilə yonandan sonra sumbata kağızından cilalayaram, yeyə ilə təmizləyirəm. Yəni yeyə oduncaqda da ola bilər. Oduncağın da təmizləməsində yeyə, törpü bunlardan istifadə edir. Yəni burada yeyə də ola bilər. Əsas odur ki, siz o cümləni görəndə niyə bura yeyə yazılıb, onu fikirləşməyin. Sadəcə bilin ki, yeyə ilə sumbata ilə təmizləmək axırda olar. Mişarlayar, yonar, sonra təmizləyər ki, hamar olsun. Belə. Sonra burada bir dəfə də təkrar olaraq bir dənə də ardıcıllığımız var. Onu da işləyək. Hələ bizim o bir mövzumuz da qalıb, hələ testlərimiz də var. Məncə öyrəndik. Hələ biraz şəkillərə də baxacaq müəllimlər. Onlar da sual cavab edəcəm. Kitabdan açaram, yəni də Telegramdan açaram, soruşaram bu nədir, nəyin hissəsidir, bu hissə nədir. Yəni bu gün sırf bunları öyrənmədən buradan ayrılmırıq müəllimlər. Bilirsiniz ki, mən sizə vaxt qoymuram. 2 mövzu vermişəm. Nöqtəsinə qədər, şəklinə qədər, ardıcıllığına qədər, praktik işinə qədər öyrənib elə sağollaşırıq. Xahiş edirəm, yəni çıxmayın. Bayaqdan 13 idi, 10 nəfər qalıb. Sonra 6-cı sualımıza da baxırıq. İstəyirsiz bunu da silim, qoy öyrənək. Siz həvəsli olsanız, mən də yorulmaram. Mən dərsi biraz da yarım saatda artıq dərs keçərəm. Amma siz görsəm ki, sizdən səs gəlmir, siz qrupdan çıxdınız, mən də məcburam da 3 nəfər də yaxşı sağ olun müəllimlər. Belə eləməyin. Siz məndən istifadə edin ki, müəllimə burdadır. Bir dənə də bir şey eləyim, bir dənə də bir test işləyim, bir dənə də nəyisə bir şəkil öyrənim, bir dənə də ardıcılığı bir dəfə də danışaq. Yəni bəlkə başqa müəllimlər desin, yadımda qalsın. Bax müəllimə görürsüz, bayaq nə gözəl söz dedi ki, müəllimə onu sıxacda birləşdirəndə birdən yerindən oynayar. O əslində elə deyil, amma yenə də yadda saxlamaq üçündür. Onu əzbərləmədi, onu başa düşdü. O formada qavradı, o formada testlərdə tapacaq. Belə. Sonra tirciyin ortasından oduncaq parçası nəysə birləşdirməsi ardıcıllığını tapın. Buyurun müəllimlər. Deməli asandır. Axırda 5 olacaq, məlum məsələdir. Mən bunu öyrənmişəmsə, mən bunu tapmalıyam, taparam. Buyurun müəllimlər. Tələsməyin. Kim yazıbsa buyursun, səsi açsın və yazdığı cavabı desin. Ən azı bir 3 nəfər müəllim desin, mən də bura qeyd edim. Görüm kim düz yazıb, kim səhv yazıb. Buyurun. Yazdım müəllimə. Hə, deyin, cavabları deyin. 31, 42, 5. Əla, bax görürsünüz nə gözəl 42, 5. Nəysə, bu bizim ikimiz. Sonra kim yazdı? Kopya eləməyin, bəlkə müəllimə səhv eləyib. Buyurun. Sonra müəllimə, buyurun. Mənzərə müəllimə, xanım müəllimə, buyurun. Təkrar sualdır da onsuz. Asandır. Məsələn, kəsilən sahə, törpü. Nə? 31. 31. Aysa, onda deməli müəllimələrimiz ürək dərsi öyrənib, ikisi də eyni rəqəmləri dedi. Gəlin baxaq, görək varmı bizim cavabımızda belə bir rəqəm? 31, 42, 5. 31, 42, 5. Bəli, sizin deməyinizə görə cavab C-dir. Gəlin baxaq. 3-ü götürmüsünüz. Elinə mişarla tirciyin hissəsinin qalınlığının yarısına qədər. Olmaqla mişarlanır. Mişarlanır. Kəsilən törpü ilə yoldaşlara gedər. 3-dən sonra 1 götürürsünüz. 3, düz, doğrudur. Bəli, birinci versiyada bərkirəm. Doğru deyirəm, baxın, 1-i oxuyuram. 3-ü görmürəm, 1 oxuyuram, necə yəni? Bəli, birinci mən onu versiyada bərkitdim. Yaxşı. Versiyada bərkitdim 3. Sonra 1 də götürürsünüz. Yarısına qədər onu mişarladım. Bax, görürsünüz, mənə cümləni oxumuram, amma mən oradan bir dənə söz götürürəm. Bərkitdim, mişarladım. 1 götürmüsünüz, mişarladım. 4-də nə deyir? İskənə ilə kəsdim, düzdür, kəsdim. Sonra kəsilən sahə olacaq 2A. Sonra bəli, kəsdim, kəsilən sahəni təmizlədim törpü ilə. Sonra da 2. Yapışqan vuram. 5. Aysa, bəli, doğrudur müəllimlər, doğru yazmısınız. Yenə də istəyirsiniz elə belə baxaq. 6-da C-mi? Amma düzdür. 6C. Halaldır sizə müəllimlər. Gördünüz, öyrəndi. Yəni çətin deyil. 5-ci sınıf 6-nı yəni bitirəndən sonra yəni biz onsuz da ardıcılıqlara biz çox vaxt ayıracağıq. Narahat olmayın. Mən onları Telegramda hazırlayım. Orada testə bax hər zaman
Ardıcılıqları Çox bir çəkdin, çəkdin. öyrənəcəksən müəllimə. Vaxt Heç gələcək şey yığa ardıcılıqlar bilmirəm. Çox zaman səhv edirəm. öyrənmək lazımdır müəllimə. Əzbərləmə. Bax gör, oturub bunu əzbərləmək də lazımdır. Bir dənə cümlədən bir dənə söz götür. Bax məsələn bu ardıcılığı mənə desələr, örgən, mən bunu nə edərəm? Dəftər götürərəm. Yazaram ki, tirsiklərin şkantla məsələn birləşdirməsi. Yazdım qırmızı ruskən. Aşağıdan yazaram ki, deşik açılır. Baş şkantlar üçün deşik açılır, mənə lazım deyil. Yazaram ki, deşik aç. Deşik açılır. Sonra yazaram yapışkan vurub, şkanta yapışkan vur, həmin o məsələn deşiyə qoy da şkantı. Sonra yazaram ölçülərə nəzarət elə. Mənə lazım deyil bu cümlələri uzun-uzadı öyrənim. Məsələn, mənə testlər tapanda bilirəm ki, birinci deşik açılır yazmışam axı. Burada da yazılmış şkantlar üçün deşik açılır. Hə, onu götürdüm. Sonra yazaram ki, axı yazmışam yapışkan sürtdü, onun içərisinə qoy, yazmışam dəftərə. Öyrənmək asan olsun da, mənə öz dilimə çevirmişəm, qısaltmışam. Yaz, onu taparam burada. Sonra ölçülərə nəzarət et yazmışam da, qısası ölçülərə nəzarət yazmışam. Düzdür, nəzarət et. Baxıram 2-də yazıb ki, bucaqlıq ilə. Mən ora yazmadım ki, bucaqlıq ilə nəzarət elə. Mən boş yazdım ki, dəftərimə. Ölçülərə nəzarət elə. Öyrənəndə mənə asan gəlsin. Ölçülərə nəzarət elə görürəm 2-də də. Başqa harda var ki, ölçülərə nəzarət? Gördünüz mən qısaltdım. Görün uzun-uzun cümlələri qısaltdım. Öz dilimə çevirdim. Sonra nə etdim? Ölçülərə nəzarət edəndən sonra o yazdım ki, indi üzrü sayında ölçüdən əvvəl o sıxacı idi. O heç, bəli, sıxacıda bağla, sonra ölçüyə nəzarət elə. Sonra onu yazıram ki, quruyana qədər gözlə. Quruyana qədər sıxılı vəziyyətdə saxla. Görürsüz, cümləmi elmi cümlədə yazmadım ki, öz dilimdə yazdım ki, ölçüyə nəzarət elə. Sonra yazdım ki, quruyana qədər saxla. Sonra nə bilim, kənara çıxanın mişarra yazaram. Sonra rəndə ilə yonu yazaram. Sonra yazaram törpü ilə, sumbat ilə təmizlə. Axırda, törpü ilə təmizlə, axırda sumbat ilə təmizlə. Gördün, qısaltdım. Yəni öyrənmək də asan olur da. Özünüzü niyə yorursunuz ki, müəllimələr? Öz dilinizə çevirin. Məsələn, mənə bu ardıcılığı verəndə mən burada cümləni oxumuram. Çünki bilirəm ki, məntiqlə tapanda səhv tapacam. Mən əgər onu bilirəmsə, özüm bu məsələn 1-dən 6-ya, 7-yə qədər yazıb da 8-ə qədər. Mən burada özüm bilirəm ki, birinci deşik açılır. Gəzirəm görürəm bu deşik açılır hardadır? Bir dəfə yazıram dəftərimə 1. Düzdür müəllimələr? Yəni bəzən olacaq ki, bunun ortada 2 dənə şey bilirsiniz dəqiq. Məsələn, bizim cavabımız nə idi burada? C idi deyəsən. Nə idi? A idi müəllimələr. 1. Cavab yaddan çıxdı. C idi deyəsən müəllimələr. 4 axırda. Haydi müəllimə. A, hə. Deməli, məsələn, mən burada heç nəyi bilmirəm. Amma ən azından bilirəm ki, 2 ilə 4 hökmən bir yerdə gəlməlidir. 2-də yazıram ki, ölçülərə nəzarət etdim. 2, 4 olmasın. Axırda mən nəyi əzbər bilirəm? 6 ilə 8-i bilirəm. 6 rəndə ilə yondum, 8 Y ilə təmizlədim. Düzdür? 6 ilə 8-i bilirəm, heç nəyi bilmirəm. Amma bilirəm ki, 6 ilə 8 hökmən yan-yana olmalıdır. Variantda da baxıram, yəni məsələn 6 ilə 8 tam burada yoxdur da. Cəmi bir dənə A-da ard-ardadır. Məsələn 3 ilə 5 bunlar hökmən yan-yana olmalıdır. Bir dənə məsələn A-da. Sonra 7 ilə 6 olmalıdır hökmən. Burada da var da, məsələn D-də də var. Görürsünüz, məsələn dəqiq bildiyimdən də görürsünüz 2 yerdə olur. O da yaxşı deyil ha. Ona görə çoxunu bilmək lazımdır ki, lap hamısını bilmək lazımdır. Amma yenə də çoxunu bilin ki, orada variantda məsələn bilin ki, məsələn 5-dən sonra 4 gələ bilməz heç vaxt. Məsələn axırda onu sumbalta ilə təmizləmək bilin ki, axırda gələcək. Bu da köməyimizə çatır belə şeylərdir. Belə. Sonra şəkillərimiz də var bizim. Telegramda mən şəkillər izah eləmədim sizə. Qoy şəkilləri də izah eləyim kitabımızdan. Çünki orada çaşdırıcı şəkillər də var. Bundan sonraki mövzularımız asan mövzulardır, maraqlı mövzulardır. Çətinlik çəkməyəcəyim. Şəkillər də izah edin müəllimlər, sonra soruşacağam şəkillərdə sizdən. Bunları izah etdim, bunlar asandır. Sonra burada da bilir ki, bilirsiniz də miqdə hamısını vermişlər, çoxlu şəkillər var idi. Deyəsən bunlar da var idi. Bir də burada olanlardan da birazı var idi.
Orada demişdi ki, elə bu cümləni yazmışdı. Tirdiklərin taxma üsulu ilə birləşdirilməsində bucaqlıq altında eyninə nişanlaması mı demişdi, nə demişdi? Orada eyninəni, elə bir müəllimlər bir dənə eyninəni görmüşdü, başqa heç nə. Da orada bucaqlıqla eyninə nişanlamasını mı istəyir bizdən, nə istəyir ona baxmamışdılar. Eyninəni görən kimi də bunu götürmüşdülər. Çünki burada bu da desən ikincinə. Çünki bu eyninə birləşdirmə bu da düz bucaq altında görürsüz tirdiklərin eyninə birləşdirilməsidir. Eyninə birləşdirməsi deyil, heç düz bucaq altında birləşdirməsidir. Sadəcə o biz bilirik axı düz bucaq altında birləşdiriləndə birləşdirilən hissə nəyə bərabər olur? Eyninə bərabər olmur. Gələcək məlumatın hardadır o cümlə? Düz bucaq altında birləşdirilərsə sən əgər tezliklər düz bucaq altında birləşdirilərsə, onda kəsilən hissənin uzunluğu birləşdirən detalın eyninə bərabər olmalıdır. O bilirsiz nə deyir? O en bax buradır. Bura bərabər olmalıdır deyir. Sonra yəni o en sözünü görəndə düz bucağı götürüblər. Yəni bunu eyninə birləşdirmədən bu şəkli götürüblər. Amma görürsüz orada bucaqlıqla eyninə nişanlamağı bizdən istəmişdi şəkildə. Ona görə bütün şəkilləri bilmək lazımdır. Deməli bu şəkildə biz nə edirik? Tirciyi bucaqlıqla eyninə nişanlama işləri aparırıq. Bu da bizim reismusumuzdur. 5-ci sinifdə keçmişik. O pazı qəlbi var, meydancası var, tirzikləri var idi. Kiçik mismarı var idi. Paralel xəttlər çəkirdi. Burada da görürsüz paraleldir də xəttimiz. İndi bir dənə də olsa uzunluq xətt çəkib, paralel xətt çəkib. Sonra burada yenə də öyrənməliyik ki, bu 1 nədir, 2 nədir, 3 nədir? Əslində biz 5-ci sinifdə, axı mən sizə deyirəm, dərsləri yaxşı öyrənin ha. Haçansa bu gün öyrəndiyimiz bizə haçansa lazım olacaq. Baxın bu reismusun əgər 5-ci sinifdə mən yaxşı öyrənmişəm hissələrin, əgər bilirəmsə bura mismardırsa, bura pazdırsa, bura meydançadırsa, nə bilim bunlar tirziklərdirsə, məsələn kiçik mismar bunlardırsa, indi gəlin burada mənə kömək edəcəksiniz. Mən burada öyrənməyəcəm, çünki 5-ci sinifdə öyrənmişəm. Yazıb ki, bir reismusun ayağı. Heç orada mismarı yazmayıb. Baba bu reismusun ayağıdır. 2 dənə ayağı var da, yəni reismusun ayağıdır. 2 pazdır, bilirik. Yəni bu baxın. Paz həmişə biz deyirik taxtadan olur. Deşikə yedirilir ki, paz kimi vurulur da, yəni taxtadan olur. Məsələn bax burada da paz var. Bax bu 3 ilə işarə olunan var, bax bu var ha. Bu da pazdır. Paz elə bir ki, taxtadan olur. 2 dənə nəyisə arasına onu paz vururlar ki, möhkəm olsun, etibarlı olsun. İndi burada da 2 pazdır. Görürsüz taxtadan deşik hissəyə yedirdilib. Pazdır. 3 də meydançadır, amma burada meydança yazmayıblar, qəlib yazıblar. Yenə də asandır. Yəni bu qəlibin içərisində keçib də bu yazmayın ekrana. Bu paz hardadır? Bu qəlibin içərisindədir. 5-ci sinifdə deyəsən qəlib yox, meydança idi. Belə, amma yenə də asandır. Sizə bu şəkli verər, deyər uyğunlaşdır, yazmayın ekrana. Orası qəlibdir. Bəli, qəlibdir. Digər tərəf meydançadır. Tirciklər olan tərəf. Ay sağ, hə, bəli, bəli. Qəlib var deyək, deyirəm, 5 dənə hissəsi var da, mismar, qəlib, meydança, tirziklər, hə, 5 dənə hissəsi var. Tündür var, orası meydançadır, biraz tünd olan Bəli. hissə. Ay sağ, bəli, bəli. Yəqin buranı deyirsiniz. Bəli, bəli, ora meydançadır, ora qəlibdir. Ay sağ, Yenə lap təkrar kimi olur da. təkrar, bəli. Əla. Deməli bunu da bildik. Şəkildə indi sizdən birazdan adı olmayacaq. Soruşacağam burada gəlib hanı, neçə ilə işarə olunub, sonra burada nə iş görülürlər, belə danışacağız bunları. Sonra burada nə edirik? Burada bilirəm ki, nə edirik? Mişarlayıram. Oduncaq parçası mişarlanmasıdır. Orada bilirəm ki, A-da uzunluğu da taxtanın uzunluğu bölüblər. Burada da eninə mişarlayırlar. Bu asandır. A-da uzunluğu mişarlayıblar, B-də eninə. Burada da görürsüz artıq nə var? Verstaqda bunu bərkitmişəm. İskənə ilə kəsirəm. Mişarlayıb götürüb ha buna. Mişarlayıb ucu. Amma iskənə ilə ucu yenə də kəsir. Deməli, birinci nə olacaq? Bizim tircik. Çünki bax, bu kəsdiyi, bu tirciyi kəsir. Mənə başqa bir şey lazım deyil. Mən burada tirzikləri birləşdirməsin. Mən tirciyi kəsəcəm, tirciyi təmizləyəcəm, iskənə ilə mişarlayandan sonra tirciyi kəsəcəm. Yəni, bir tircik olmalıdır. Çünki tircikin üzərində iş gedir. 2. Mişarlanmış kəsim. Axı orada bizə demişdi, axı kəsim atılırdı. Ondan sonra bax kəsim atılır yazıb parçaya, kəsim atılıb. 2 mişarlanmış kəsimdir. Həmin o kəsim yerləri də iskənə ilə çıxarılır. Ki iskənə ilə çıxarmaq çətin olur, axı kəsim atılır, sonra iskənə ilə çıxarılır. Sonra 3 verstaqın pazı. Yəni dayaq. Baxın müəllimələr, 4 nədir görək verstaqın arxa sıxacı. Görürsüz,
Verstakın arxa sıxacı ilə tircik arasında nə var? Paz var. Bu 3 pazdır. Elə bil ki, taxtadandır. Dayaq və axı biz deyir, məsələn, dayaq və paz arasında bərkidirlər oduncağın yolunmasında. Yadınızdadır, Validə deyir ki, dayaq və paz arasında elə bərkidirlər ki. Yəni dayaqdır, pazdır. Bunlar ikisi bir-birinə yaxındır. Yəni 3 burada pazdır. Necə yadda saxlayaq? Çünki burada görürsüz 2 dənə taxta görürəm şəkildə. Bu ortadadır, görürsüz? Paz olaraq bunu vurmuşuq bura. Dördüncü nədir? Dayaqdır. Görürsüz? Dayaq rolunu oynayır. Çünki burada sanki dayaq kimi buna dayanıb ki, bunu sıxır da. Yox, dayaq deyil, üzr istəyirəm. Bu 3 dayaqdır. 4-də verstakın arxa sıxıcıdır. Axı biz deyirik, tirciyi verstakın arxa sıxacında yerləşdiririk. Yəni bu tircikdirsə, məndə bu 4 nə olar? Onun verstakın arxa sıxacı olar. Çünki orada yerləşdirmişəm mən. Verstakda yerləşdirmişəm, verstakın arxa sıxacında. Ona görə 4 verstakın arxa sıxacıdır. 3 də pazdır, çünki ortada, yəni tirciklə arxa sıxac arasındadır, pazdır. 5 də ki, yəni iskənədir, asandır. Bunları indi birazdan soruşacağam, siz deyəcəksiniz mənimlə. 1 budur, tircikdir, 2 kəsim yeridir, 3 pazdır, 4 arxa sıxacıdır, 5 də iskənədir. Ona görə yəqin ki, qulaq asırsınız. Sonra indi gəldik bu şəklimizə, bu da çaşdırıcıdır. Niyə? Çünki burada bu məlum məsələdir. Birinci məlum məsələdir ki, mən burada 2 dənə taxtanı birləşdirmişəm şkatla, sıxacda sıxıram, aralarına da taxta qoymuşam ki, səhti zədələnməsin. Taxta ilə birlikdə sıxacda sıxıram. Yazıb ki, yapışqanı, heç mən bunu oxumasam da bilirəm də, yəni şəkilə baxdım, bildim ki, yapışqanla birləşmələrin sıxacda sıxılması. Heç mən bunu oxumasaydım, özüm də dedim, siz də deyə bilərsiniz. Sonra ikinciyə baxıram, ikinci biraz çaşdırıcıdır. Yazıb ki, yapışdırılmış tirciklərin şkantlarla möhkəmləndirilməsi. Sonra yazıb ki, şkantların yerləşdirilməsi. Axırıncını da bilirəm, bu ikisini saxlayayım, axırıncını da bilirəm, kənara çıxan başlıqların müşarlanması. Şəkilə baxıram, görürəm ki, bu yapışdırıb taxtalar, gör nə gözəl bir-birinə yapışdırıblar bunu. Burada biraz artıq qalıb, kənara çıxan başlıq var, onu da müşarlayıb kəsib götürür. Yaxşıdır, yəni bunu da bildim, sonra rəndə ilə yolacam. Sonra Sumbat ilə lap da bunu emal edəcəm, yəni hamar olacaq. Hələ işimiz yoxdur. Bu ikisini bilirəm. Mənə lazımdır bu ikisi. Çaşdırıcı B ilə C-dir. Ola bilər ki, bunu mən atmışam Telegrama. Ola bilər ki, bunu olduğu kimi verər, deyər yoğunlaşdır. Məsələn, yazar, bu aşağıdakıları yazar, 1, 2, 3, 4 dənə yazar. A, B, C, C, D, C uyğunlaşdırmaq istəyər. Ona görə biz hamısını bilərik, bir dənə bu ikisinin yerini səhv yazdıq, evimiz yıxıldı. Gəlin baxaq. Burada müəllimələr, birində şkantların möhkəmləndirilməsidir. Şkantlarla möhkəmləndirilməsi yazıb. Birində yazıb şkantların yerləşdirilməsi. Əslində asandır. Niyə? Çünki 2 dənə taxtanı iç-içə keçirib, şkantla 2 dənə tircikləri şkantla onları möhkəmləndirib. Yəni bunu bir-birinə saxlayan nədir? Şkantdır. Şkantla onları bir-birinə möhkəmləndiriblər. Şkantla möhkəmləndirmə ediblər. Amma hələ şkant yerləşməyib. Şəkildə çəkici varsa, birinci şkantların yerləşdirilməsidir. Çünki şkant üstə qalıb. Mən onu 8-lə görürsünüz, 8-lə vururlar, şkantı taxtanın içərisində yerləşdirilir. Burada şkant görünür. Şkant xaricdədir. Hələ şkant deşiyə oturulmayıb. Hələ onu yerləşdirməyiblər taxtaya. Tirciklərə hələ yerləşdirilməyiblər. Görürsünüz, şkant üçün deşiş də var burada. Yəqin 2 yerdən birləşdirirlər də. Deməli, burada nə olur? Şkantı mən bu şəkildə tircikləri şkantla möhkəmləndirirəm. Yəni, ora şkant qoymuşam. Hələ mən şkantı onu 8-lə vurub yerinə oturtmalıyam ki, şkantın özünü də yerləşdirməliyəm. Deməli, şkantın özünün yerləşdirilməsi deyəndə 8-lə vurum ki, onun içindən yerləşsin. Amma yox, tircikləri şkantlarla möhkəmləndirmək deyirsən. Yəni, bu 2 dənə tirciyi bir-birinə mən şkant oraya yerləşdirmişəm ki, şkantı qoymuşam ki, yəni bunu şkantla möhkəmləndirəcəm. Yəni, bu tirciklər bir-birindən aralanmaz. Çünki onu şkantdan möhkəmləndirmişəm. Amma hələ tam etibarlı deyil. Hələ mən şkantın özünü ora tam oturmalıyam. Onun müvəqqəti tutub orada, düzdür. Amma hələ şkant onun içərisində yerləşməyib. 8-lə vurub onu ora oturtmamışam. Belə, bu 2 şəkil çaşdırıcıdır. İnşallah bunu sizdən soruşanda mənə izah eləyərsiniz ki, müəllimə, bu budur. Burada çəkici varsa şkantı yerləşdirirlər. Şkantın 8-lə vurub yerləşdirirlər yerinə, deşiyə yerləşdirirlər. Burada hələ boş elə belə müvəqqəti tircikləri şkantla möhkəmləndiriblər. Hələ şkant yerləşməyib.
Mənasız cümlələrdir. Birində yerləşmə yazıb, birində möhkəmləndirmə yazıb. Şkantla möhkəmləndirim, hə? Bir də şkantın özünün yerləşdirilməsi. Məncə bu asandır, bunları bildiniz. Amma həqiqətən də bunları danışmasaq, deməsək, keçsək, hardasa görsək səhv edərik. İndi birazdan testini də işləyəcəyik. Burada nədir? Mişarlanmış tirzik və taxta detallı məlumatların birləşdirilməsi. İndi bunu bizə adını sorursa, adı çox uzundur, bilmirəm nə tər taparıq, yəqin variantla taparıq. Amma yenə də hissələrə baxaq heç olmasa. Deməli, tirzik və taxta detallı məlumatları birləşdirir. Yəni, tirciklərdən nəsə hazırlayıblar, məlumatı birləşdiriblər. Deməli, birinci çərçivədir. A-da yazıb çərçivə. Baxın, bu bizim A-dır, bu da B-dir. Bu da sadəcə B-nin içindən bunu kəsib bir dənə götürüb ki, yəni bu ara kəsmədir ya, bu asandır. Bunu mən müəllimələr nə ilə izah etmişdim? Stəkanlar olur, xrustal stəkanları orada bir-birinə dəyib sınmaması üçün ara kəsmələr olur. Onunla yadda saxlayın. Və eyni bu kardondan. Yəqin yadınıza düşdü. Deməli, burada birinci çərçivə 100 ildə fikirləşsəm, bunu çərçivə demərəm. Çünki çərçivə deyəndə ağlıma belə bir şey gəlir. Elə bunun bu qıraqları gəlir. Amma bu hələ tam deyil. Amma əslində çərçivədir. Çərçivəni sadəcə bizə yaxından göstərir. Baxın, ara kəsmədə mismar yoxdur. Sadəcə içə keçiblər. Amma çərçivədə görürsünüz 4 dənə elə bir ki, taxtanı mismarla bir-birinə vurublar. Gördünüz? Burada da elə bir ki, çərçivəni bizə bunu bura otururdu, mismarla vurub. Yəni bu mismarlar var ha. Baxın bu mismarlar. Görürsünüz müəllimlər? Yəni bu çərçivədir də, bu taxtaları mismarla bir-birinə vurub çərçivə olub. Sonra aralarına ara kəsmələr yerləşdirir. Yəni bu bizim çərçivəmizdir, amma həqiqətən də buna çərçivə demək istəmirik. Amma belə də baxanda həqiqətən də bunun, yəni bu yeşiş deyək də buna, yəni bu ara kəsməli bir məmulatın bu şəkil bizə çərçivəsidir. Amma bu da onun ortasındakı ara kəsməni göstərir. Belə bir ki, bu bütöv haldadır, ortadakı bütöv haldadır. Onu hazırlamaq üçün, yəni deyək ki, bir çərçivə olsun, baxın bu çərçivə olsun, taxtaları mismarla 4 tərəfdən birləşdir. Bir də onun arasına bu ara kəsməni qoy. Yəni sən çərçivəli bir məmulat hazırla. Onu da sizə dedim də bu nədir? Elə bir ki, bunun içərisinə stəkanlar qoyacaq, bir-birinə dəyib sınmasın. Əla. Bunu da sizdən soruşacağım. Deyəcəm, burada çərçivə hanı deyəcəksiniz şəkil A-da. Deyəcəm, ara kəsmə hanı deyəcəksiniz müəllimə. Burada, məsələn, deyəcəm, bu nədir? Deyəcəksiniz, ara kəsmədir. Sonra, 1 ilə 2 divarcıqdır, yeşikdir bu. Şəkil B, yəni ümumi bir yeşikdir bu. Yeşiyin içərisində ara kəsmələr var. İndi bura güllər qoya bilərlər, nə bilim, toxum əkə bilərlər. Nə lazımsa, yəni də alətlər yerləşdirə bilərlər. Bircə dəqiqə. Burada nə qaldı müəllimlər? Deməli, bizim bu şəkil B yeşikdir. Yeşiyin hissəyə bölüblər. Deməli, bizə A-da olan onun çərçivəsidir. Bu tərəfdə olanı da onun nə idi? Ara kəsməsidir, atlığıdır, sonra divarcıqdır. Ara kəsmədir bu. İndi gəlin baxaq. Yeşiyin bu atlığıdır, yəni 6 olmalıdır, yoxsa içindəkilər düşər yerə. 4 onun atlığıdır. 1 ilə 2 divarcıqdır. Yəni baxın bu baxın bu hissə onun divarlarıdır da yeşiyin. Yəni onu burada göstərib bizə. 2 də burdadır da, yəni asandır onun divarlarıdır. Sonra 3 də ara kəsmədir. Baxın bu hissə. Bu hissə də onun ara kəsmə hissəsidir. 3 ilə işarə olunanda baxın görürsüz. Asandır, ara kəsmələrdir. Aralarında kəsiblər. Belə müəllimələrimiz. Bunları da bildi. İndi soruşacağam. Yenə də sonra keçirik testlərimizə. Təhlükəsizlik qaydasını da təqribi oxuyun. Bəlkə bəzən düşür ki, məsələn deyək ki, hansı tirciklərin birləşdirilməsi zamanı istifadə olunan təhlükəsizlik qaydasına aid deyil. Gəlir ora məsələn silindrik detalların hazırlanmasına bir dənə bilmirəm orada təhlükəsizlik var, yoxdur, yoxdur. Hansısa bir başqa bir təhlükəsizlik qaydasından yazır. Onu məntiqlə tapmaq olur, düzdür. Amma oxşarını da edə bilərlər. O təhlükəsizlik qaydalarını oxuyun. Hələ ki bunlardan migə hələ tam düşməyib deyə ardıcıllıqla şəkillər üçün bunların üstündə dayanmırıq, amma yenə də bunlar da haçansa qüvvəyə minərsə, çox çaşdırıcı olarsa, onlar da dərindən öyrənərik. Hələ ki inşallah olmaz. Belə müəllimələr, nə olsa da bir dənə də onda yazmazsa eyb yoxdur. Deməli, bunu öyrəndik. Gələk bura görək, nəsə varmı burada? Elə də çətin bir şey yoxdur. Ardıcılıq var, təqrib, amma çox da çətin deyil. Deməli, tirciklərin taxma üsulu birinci bax, heç nə, bir dənə nişanlama sözünü götürürük.
nişanlayıblar. Onu öz yarısına qədər nişanlayıblar. Sonra mişarlayıblar, iskənə ilə kəsiblər. Elə bizim bildiklərimizdir. Mişarla, sonra iskənə ilə kəs. Sonra törpü ilə təmizləyib uyğunlaşdırıblar. Sonra taxma üsulunu birləşdiriblər. Yəni bir-birinə keçirib yapışqanla yapışdırıb birləşdiriblər. Yəni bu dərsi keçmişik şagirdlərə, onlara praktik, cuaki praktik iş aparırıq. Ekrana yazın, istədiyiniz qədər yazın. Buyurun. Praktik iş, praktik iş olaraq gördürürük. Əslində asandır. Bizim böyük, uzun öyrəndiyimiz ardıcılığı qısa formada yazıblar. Ardıcılığı buradan da qısa öyrənib, orada da biraz genişləndirə bilərsiniz. İndi müəllimələr, mən sizə bir dənə bu ekranımızı paylaşım. Orada şəkillər, adları silinmiş şəkillərdən biraz tez-tez sual-cavab eləyim sizin. Görüm bu şəkillərdən nə öyrəndik bəs biz? Sonra testlərim. Bircə mövzumuz var da, bircə mövzumuzun testlərini işləyəcəyik. Deməli, bura göndərmişdim deyəsən 6-cı sinifimizin. Hə, 6-cı sinif sual-cavab. Bir dənə burada şəkillərimizə baxaq, görək nə öyrənmişik bu dərsə aid, sırf bu dərsə aid, başqa heç nə. Bircə dəqiqə müəllimələr davam edirik. Tez-tez bunu soruşurum, adları çəkərəm, müəllimələrdən soruşaram. Buna işimiz yoxdur. Deməli, bax, son müəllimə buradadırsa buyursun səs açsın. Sonra müəllimə, burada A-da olan tirciklərin birləşdirilməsi necədir müəllimə? Buyurun. Bu şəkil haqqında nə deyə bilərsiniz müəllimə? Biraz uzadan zəhmət olmasa buyurun sonra müəllimə. Hə, səsiniz gəlmir. Deməli, Təranə müəllimə buyurun. Məzər müəllimə buyurun. Müəllimələrimizdən hansı uyğundursa buyurub səs. Axşamınız xeyir müəllimə. Hə, A variant. Hə, Bəli, kimi arada bir nədir? Bu şəkillərdən nə görürük, nə başa düşürük? Burada biz tircikləri birləşdiririk, düzdür? Bizim də tircikləri birləşdirəndə uzunluğa və düz bucaq altına birləşdiririk. Elinə yox, düz bucaq altında. İndi bu şəkildə hansında uzunluğa birləşdiririk? Hansında düz A-da bəli, düz bucaq altına birləşdiririk. Bəs uzunluğa birləşdiririk. Bəs düz bucaq B ilə C nədir bəs? Nəyi bildirir bizə? Düz bucaq altında Bəli, burada görürsünüz düz bucaq altına, yəni ortasını birləşdirir, enini birləşdirir. Düz bucaq altında birləşdirməni göstərir. Bəs şəkil C-də biz nə görürük? Bizə nə demək istəyir? Çiğdə o kəsilən hissələrin ölçüləri falan verilir. Bəli, yəni burada bizə ölçüləri, birləşmələrin ölçülərini bizə göstərir. Yaxşı, bu aşağıda gördüyümüz şəkildə Zümrüd müəllimə, burada biz nə edirik? Buyurun müəllimələrə, kim uyğunsa desin. Burada biz nə edirik? Müəllimə deyim mən. Resmusla, Deyim, söhbət olmasın. Kim bilirsə buyursun desin. Burada nə edirik? Resmusla Uzunluğa başlıq və kənarlara uzunluq xətlər çəkir. Başlıq və kənara uzunluq xətlər çəkirik. Aldı, başlıq və kənarlara uzunluq xətlər çəkirik. Buyurun, suala necə cavab verirdi? Deyirdi ki, birinci hissəsi məsələn ayaqdır, ikinci Birinci hissəsi hissəsi ayaqdır, 2 pazdır, 3 qəlibdir. bəli, doğrudur. Burada ayağı qoyuruq tən ortasına, sonra pazı qəlibə keçiririk, xətlər çəkirik. Bəli, doğrudur. Ardıcılığı da təkrarladıq. Bəs bu şəkildə nə edirik biz? Burada 4 tərəfdən bucaqlı xətlər çəkirik. Enlə. Bucağın köməyi ilə hər dəfə bir müəlliməmiz cavab verər. Bucağın köməyi ilə eninə xətlər çəkirik. Bəs burada nə edirik? Burada eninə kəsmə işarəsi verilmiş. Bəli, bəli. Həm eninə, burada eninədir A-da. B-də də yox, B-də eninə də zürü sayın. A-da da uzunluq. A-da uzunluq. A-da uzunluqdur, B-də eninədir. Uzunluq olan orta hissəsinin məsafəsi 11 sm. Belə millimetrdir. Bəli, uzadı. Burada xırda nişanla dərslə göstərilir. X hərfi ilə kəsiləcək hissələr. Bəli, bəli. X hərfdə kəsiləcək hissələri ifadə edir. Müəlliməmizin səsi gəlmədi, özüm təkrarladım. Yaxşı xanım müəllimə, biraz uzadan danışın. Burada bizə nə göstərir? Burada isə Uzadan. işgənə ilə təmizlənməsi üsuludur. Bəli, Bir də çilcikdir. İkidə mişarlama, mişarın kəsilməsi, mişarlanmış
Müəllimə, xahiş edirəm ucadan. Bax, bir Deməli, dəfə səs birinci gəlir. sənəfdir. Üçüncüdə Vestat dayağıdır. Üç Vestatdır. O ortada o belə üçün işarə olduğu pazdır. Dörd də arxa sıxacdır. Hə, üç pazdır, Ay, dörd sağ də olun. arxa sıxacımızdır. O əli ilə tutduğu isə işgənədir. Burada mişarlamışıq, elə bil ki, bu orta hissəni. Bu işgənə ilə bu orta hissəni təmizləyir. Yəni təmizləmə Evet. işi aparır. Həmin o Səni birləşdiriləcək təmizləyir. Doğrudur, bəli, müəllimə. Doğrudur, əla. ha, yaxud da yüzbucaq altında birləşdirilən hissənin təmizlənməsidir. Mən elə başa düşdüm. Ay, sağ ol. Son 2 O dənə birisini şəklimiz izah qalıb. edin. Sonra keçirik testlərə. Deməli, müəllim, baxın. Yox, bu şey, bəli. A, B, C, C. Buyurun müəllimə, biraz A ucadan deyin. bəndində sıxacın 2 tircikdir. Bax, yuxarıda və aşağıda tirciklərdir. Ortada isə yapışdırılmış detallardır. G və hərfində olan, G hərfinə oxşayan sıxacın arasında sıxılmasını, yapışdırılıb Taxta tezliklə birlikdə sıxılıb sıvı, yəni bərkiməsini verir. Burada şkantlarla biri möhkəmləndirilməsidir. Elə bil ki, biri möhkəmləndirilmədir, biri də daha şkantın yerləşdirilməsidir. Deməli, əgər 8 şəkili varsa, şkantın özünü yerləşdirirlər. Amma Aha, yox, yerləşdirən o sadəcə bir mən tezlikləri aha, deməli, bu 2 dənə tezlikli şkantla möhkəmləndirirəm. Bax, şəkil B-də şkantla tezliklərin möhkəmləndirilməsidir. Amma möhkəmləndirən şəkil C-də bunlar ki, bu şkant deşiyə çəkiclə yerləşdirilir. vurub onu yerinə otuzdururam da, yəni hə, yerləşdirəm. Deməli, mən sizdən soruşuram. Qıraqların kəsilməsidir. Yox, bəli, bunu Qalan bilirik. qıraqların kəsilməsidir. Ay, sağ. İndi mən bu 4 dənə şəkildən sizə sual verirəm ki, müəllimə. Burada deməli, tezliklərin şkantlarla möhkəmləndirilməsi şəkil hansı bənddə göstərilib? Möhkəmləndirilməsi məncə B bənd. B bəndi. Bəli, şəkil B-də. möhkəmləndirilməsi B-də. Bəli, yəni biz deyirik ki, şkantın Möhkəmləndirilməsi B-də, yerləşdirilməsi isə C-də. Mən 8-dən vurum ki, şkant yerləşsin. Möhkəmləndirmək B-də, yerləşdirilmək isə C-də. Əla. Ağgül müəllimə, buyurun. Bu şəkildə ümumi olaraq biz nə görürük? Şəkil B-də nə görürük? eşitmirəm müəllim. Ağgül müəllimə, buyursun. Bunu izah edeyim. Bəli, bəli. Buyurun Ağgül müəllimə. Səsləri bağlayaq. Ağgül müəllimə, buyurun. Eşidirəm müəllimə. Bu dəqiqə başa salım. Yəni ki, burada biz elə bil mişarlamış deyək ki, tirciyin birləşdirilməsi də taxta detalı ilə birləşdirməkdir. Bax bu şəkildə müəllimə. Elə bil ki, ara kəsmə elə bil ki, Aha, biz o- yeşik ara kəsməli yeşikdir bizim. Aha. İndi A şəklində göstərilən müəllimə burada çərçivə idi dedik. A şəkli çərçivədir. 1 ilə 2 onun divar hissələridir. 3 bəli, bir yeşik divarlarıdır 1 ilə 2. divar hissəsidir, divarlarıdır. 3 burada bizdə ara kəsmələrdir də. O 3 ara kəsməni göstərir. 4 onun altlıq hissəsidir müəllimə. 4 altlıq hissəsidir. Ay, süper. Yəni burada biz nə gördük? Həqiqətən də 4 asant atlıqdır, 3 ara kəsmədir, 1-2 divarcıqdır. Yəni bir də Divarlardır, bəli. Aysa bu şəkil A bizi çaşdıra bilər. Bu da çərçivədir. Niyə? Çünki mismari Çərçivədir, deyil. bəli. Bunlar mismarla birləşdirilib. Burada da mən onu görürəm də. Bəli, onun çərçivəsidir. Sonra onun çərçivənin altında atlıq var. Sonra ara kəsmələrlə də onu bölüblər. Belə müəllimələr. İndi isə keçirik testlərimizə. Cəmi bircə mövzumuzdur. Testlərimizi işləyirik. Yekunlaşdırıb. Bilmirəm, yorulmusunuz, amma dəydi. Bu mövzunu dərindən elə bilirəm ki, öyrəndik. Testlərimizi də işləyək. Testlərdə də sizə kömək edəcəm. Gördüm ki, yorulmusunuz. Yavaş-yavaş oxuyursunuz, kömək edəcəm. Deməli, əvvəl görək neçə sualdır. Sizi biraz motivasiya edim. Sual 24 sualdır. 24 dənə sualdır. Buyurun müəllimələr.
Deməli, nə edirik? Neçə nəfər müəlliməmiz var? 10 nəfər var. Hər kəs 5 sual oxuyar. Ağgül müəllimə, buyurun. Əslində asandır. Kim istəyirsə, yəni bu hissələr asandır müəllimə. Buyurun, 5 dənə sual oxuyar. Tirciklərin birləşdirilməsi də mövzu 9-dur da müəllimə, eləmi? Çərçivə Deməli, çərçivə, stent və bu kimi oduncaq məmulatların hazırlanmasında kiçik tirlər uclarına yaxın yerlərdə necə birləşdirilir? Deməli, uclarına yaxın yer olanda müəllimə uzunluq və düz bucaq altında götürəcəyik. Variant C. bəli, doğrudur. Sonra Sonra ikinci sualımız çərçivə, stent və bu kimi oduncaq məmulatların hazırlanmasında kiçik tirlər ortasında necə birləşdirilir? Deməli, ortadırsa çərçivə, stent bu ortada kiçik tirlər müəllimə düz bucaq altında səhv eləmirəmsə olmalıdır. bəli, Düz ortada bucaq. olanda yalnız düz bucaq altında olacaq. Uclarına, uzunluğa ortada düz bucaq altında demişdik. Ortada düz bucaq, bəli. Üçüncü sualımızda müəllimə, deməli, kiçik tirlərin birləşdirilərək hissələri onların qalınlığında yarısı qədər kəsilərsə, belə birləşmələr necə adlanır? Ara kəsmə deyil, B variantında kiçik tirin qalınlığının yarısına qədər pilləli taxma. Bəli, Pilləli doğrudur. Mən onu iki dənə tir olur, onları yarı-yarıya kəsirəm, onları pillə-pillə bir-birinə birləşdirirəm, taxıram da, taxma üsulu ilə birləşdirirəm. İkisini bir-birinə taxıram, birləşdirirəm. Əla. Dördüncü suala baxaq müəllimə. Tirciklərin kəsilmiş hissələrinin Tirlərin birləşdirilmiş. kəsilmiş tərciklərini birləşdirdikdə alınan məmulatın qalınlığı adətən deyir nəyə bərabər olur? Variantlara baxın müəllimə. Əslində Keçirək. özünüz də deyə bilərsən müəllimə, yəni bu ikisini birləşdirmişəmsə, ikisi nəyə bərabər olur? Onda bir öz qalınlığına bərabər olar da yəqin ki. Bəli, taxtanı ortadan kəsirəm. 2 dənə taxta var. İkisini də ortadan kəsirəm, amma eyni ya. Onları birləşdirəndə bir dənə taxtanın qalınlığı alsın. Yəni bir tirciyin qalınlığı, öz qalınlığı alınsın. 5-i də oxuyaq müəllimə, buyurun. Tircikləri necə birləşdirmək olar? Paralel və üçbucaq altında, uzunluq və düz bucaq altında müəllimə tirciklər birləşir. Bəli, yaxşı. Mənzər müəllimə, buyurun, ona qədər oxuyaq. Suallar azdır, ona görə 5-5 oxuyuruq. Buyurun Mənzər müəllimə. Yəqin səs aza bilmirsiniz, bayaqdan ekrana yazırsınız müəllimə. Tirciyin ortasında. Bəli. Səsim gəlir müəllimə. Tirciyin Gəlir. ortasında oduncaq parçası kəsilmiş pəstahın birləşdirilmə ardıcıllığını müəyyən edin. Tirciyin ortasından oduncaq parçası kəsilmiş pəstahın birləşdirilmə ardıcıllığını müəyyən edin. Birinci müəllimə, pəstahı verstaqın çıxacında etibarlı bərkitmək lazımdır. 3. Baxın, bu əvvəli deyil ha, müəllimələr. Bu Bayaqki əvvəli sualdır da elə. 1, elə bir eləmişarla. testdə. Hələ biz orada xəttkeş, bucaqlıq, resmus, x-damakdan sonraki mərhələdir ya. Kəsilməsindən danışır. Bəli, buyurun müəllimə. İkinci bir olacaq müəllimə. Enləmişarla kəsilən hissə tirciyin qalınlığının yarısına qədər aralarında 10-15 milli məsafə olmaqla nişarlanır. Daha sonra 4 olacaq. Daha sonra hissələr xarat iskelesi ilə kəsiləcək. Doğrudur. Sonra kəsilən sahə Daha və sonra 2. Kəsilən sahələr iskənə və ya törpü ilə bir-birinə uyğunlaşana qədər təmizlənir. Biraz xırdadır, görmürəm. Sonra da müəllimə 2, sonra da 5 olacaq. Birləşdiriləcək səthlərə yapışqan sürtülür və məmulat yığılır. Yığılır. Əla. Deməli 314, 25. C variantı. C variantı. Tirciklərdə kəsiləcək hissələr hansı işarə ilə qeyd olunur? X-la işarə olur da, qeyd olunur. X qoyuruq, doğrudur. Tircikləri düz bucaq altına birləşdirdikdə kəsilən hissənin uzunluğu nəyə bərabər olur? Birləşdirilən detalın uzunluğuna, tirciyin öz qalınlığına, tirciyin kənara çıxan hissələrinə, birləşdirilən detalın eninə. Mənə elə gəlir ki, müəllimə, bu tircikləri düz bucaq altında birləşdirdikdə... Mənə də elə gəlir ki, siz izaha baxmıyorsunuz müəllimə. Mənə də elə gəlir. Yox, müəllimə, baxmışam. Yox, baxmışam. Baxmağına baxmışam. Bu taxtadır. Bu da taxtadır. 2 dənə taxtanı birləşdirəcəm.
Hərəsindən Hə. biraz kəsirəm də. Mən onu ikisini Elə bil ki, birləşdirib. yarısına qədər bir kəsirik də müəllimə. Elə bil Aysa. ki, terciyin Yəni yarısına elə qədər axırda kəsirik mən ki, nə edim? bir-birinin üz-üzə qoyanda bir detal alınsın. Baxmışam müəllimə, Yəni izaha baxmışam. bir mən birləşdirdim, 2 dənə balaca taxtanı birləşdirib bir dənə uzun taxta aldım. Niyə? Onda da fərq olmamalıdır. İkisi də bərabər olmalıdır. Yəni onlar onun öz qalınlığına, bir dənənin qalınlığına bərabər olmalıdır. Yəni ikisi də elə olmalıdır ki, ortadan Terciyin kəsilsin. öz qalınlığına, ha. Terciyin öz Bəli, qalınlığına cavabları bərabər. də bəli. Tirciyin öz qalınlığına bərabər olmalıdır. Sonra müəllimə, Eynilə bərabər olmamalıdır müəllimə. Düz bucaqlarda birləşir, kəsin hissənin uzunluğu birləşdirilən detalın eyninə bərabər olmalıdır. Eyni bərabər Elə D olmalıdır. bəndi olmalıdır. ayısan, görürsüz, həqiqətən də biraz yorulmuşuq. Yox, doğru deyir müəllimə. Düz bucaq altındadırsa, eni nədir? Doğrudur, ayısan. Eninə bərabər. Mən izah edeyim, başqa bir şeydir. Bu ikisinin bu sualdır. Tirciyin deyir öz Hə, qalınlığına. o uzuna birləşdirmədədir müəllimə. Düzdür, düzdür. O uzuna Hə. birləşdirmədədir. Biz dediyimiz uzunla birləşdirmədə. Hə, o elə bir uzun bir dənə taxta aldıq ha, onu çəkdim şəklinin uzunluğuna birləşdirmə, düz deyirsən. Amma düz bucağı görmədim. Düz bucaq altını deyirsə, onun eyninə bərabər olur. Eninə bərabərdir. Kəsilən hissələrin uzunluğu terciyin eninin hansı hissəsinə bərabər seçilir? Kəsilən hissələrin uzunluğu terciyin eninin hansı hissələrinə Bu bərabər dəstə iki seçilir? dənə rəqəm var. Biri 10-15-dir, biri də nə idi? Hə, 0.5 və 1.5 millimetr. Hədsə, bəli. 1,5, 0,5, 1.5 millimetr. Hə. Terciklər uzunluğa birləşdirildikdə onların hansı hissələri bərabər olmalıdır? Uzunluğa birləşdirildikdə, hə, kəsilmiş və kənara çıxan, birləşdiriləcək və detalın ortası, detalın diametri kəsilmiş və kənara çıxan olmalıdır. Bəli, doğrudur. Uzunla birləşdirəndə onun kəsilmiş və kənara çıxan Kənara çıxan hissələri. bərabər olmalıdır. Sonra başqa hansı müəlliməmiz var burada? Baxaq. Oxuyum mən. Buyurun müəllimə, buyurun. Mən də oxuyum müəllimə. Yaxşı, 5 dənə. Aynur müəllim oxusun, 5 dənə buyurun. Sonra Ayşə. Düz bucaq altında birləşdirilən tirciklərin nişanlanması zamanı gələcək məlumatın uzunluğu və eni hansı alətlə nişanlanır? Nişanlanır varsa, burada xəttkeşdən istifadə olunur. Bəli, bəli, ardıcıllığımızda elə Bəli. birinci cümləmiz idi. Xəttkeşlə uzunu, Bəli. eni. Bəli. Bəli. Xəttkeş. Amma xəttlər çəkiləndə bucaqlıqla Reysmüsün. xətt çəkirəm. Reysmusdan uzunluq xəttlər çəkirəm. Doğrudur. Aysa, Düz bucaq sonra Düz buyur. bucaq altında birləşdirilən tirciklər dörd tərəfdə hansı alətin köməyi ilə nişanlanma xəttləri çəkilir? Dörd tərəf varsa bucaqlıqdır. Doğrudur. Həm də eninə varmı burada? Eninə sözü. Yox, amma düz deyirsən. 4 tərəf. Həm də düz bucaq deyir axı. Düz bucaqdırsa, yəni bucaqlıq nədir? Düz bucaq 90 dərəcə. Bucaqların nişanlanması. Bəli. Aysa. Ona görə yəni bucaqlıqdır. Doğrudur. Sonra Tirciyin ortasına kəsilmiş oduncaq parçasının birləşdirilməsi üçün alət və vasitələrin istifadə olunma ardıcıllığı müəyyən edin. Burada birinci verstaqın sıxacında bərkidirdik. Detal verstaqın sıxacında bərkidirdik. sonra Sonra baxın, bərkidərəm, mişarlayaram iskənə ilə, sonra Sonra törpüdən enlə mişarlayırdıq. Sonra həm mişarladığımız yerləri iskənə ilə təmizləyirdik. Sonra törpü və iskənə idi. Axırda da yapışqan idi. yapışqan, bəli. Sonra yəni yapışqanla bağlayır. Sumbata da ola bilər, amma yoxsa nə ilə yapışqanı götürürəm. Hansı cavabı götürdüm? Məsələn, burada B uyğun gəlir. Enlə mişar. Xarakterli D dedi deyəsən. D də ola bilər. Hə, Niyə D olmasın? variantıdır. Enlə D-dir. mişardı, sonra mişardan sonra iskənə idi. Yəni mişar daha böyükdür, iskənə daha balacadır. Ahəsə doğrudur. Mişar, iskənə, törpü, yapışqan. Bəli. Sonra Tircik kəsimləri hansı alət vasitəsilə kəsilir? kəsim atılır, kəsim. Yox, kəsimlər, bax, kəsimləri təzədən kəsirdik. Hə, o iskənə kəsim varsa artıq kəsim mişarına Aynen. atılır. İskənə Ay, vasitəsilə. bəli, kəsim mişarla olur, sonra iskənə ilə yenidən kəsilir. Sonra Kəsilən tircik kəsimləri hansı alətin köməyi ilə təmizlənir? Təmizləmə varsa iskənə və ya törpü. bəli, çünki dedim axı, orada iskənə təkrarda Bəli, var. Sonra bəli. törpü də var. Doğrudur. Yaxşı, Ayşən buyur. Bəli, müəllimə. Tircik vertikatın harasında bərkidilir? Arxa sıxacında. Aysən, doğrudur. Sonra Hara getdi? bucaqlıqla 17. Müəllimə Bucaqlıqla görmürəm mən.
Yuxarı edin də zəhmət olmasa. Çox da yuxarı etmək olmur. Buyur, 17-dir. Bucaqlıqla Bəli. tercik. Bucaqlıqla terciklərə nişanlanma xətləri necə çəkilir? Bucaqlıqla eninə çəkilir. Olmazsa, bəli, bucaqlıqla deyirsə eninədir. Amma məsələn, reytmusla uzunla. Sonra deyir ki, buyur, tircik birləşmələri hansı? Deyir, birləşmələrlə daha da möhkəm olur, deyir. Yəni, bunu birləşdirib yapışqanla, taxıb bir-birinə. Amma indi yapışqana da güvənməzlər axı. Nə etməliyik ki, daha möhkəm olsun? Taxtanı necə başqa möhkəm birləşdirərik? Mismardan istifadə olunur. Şkant bir də şuruplardan, yəni taxta tıxac B variantı. Bəli, yəni mismar, şurup, taxta tıxac, yəni şkant. Doğrudur. Sonra 19, 20. 19. Şkant fransız dilində yumru taxma zivanı adlanır. Şkant Doğru. nəyə deyilir? Yumru oduncaq millərə. Doğrudur. Bir dənə ardıcılığı dilə az qalacaq. Bir müəlliməmiz də oxuyar, yekunlaşdıraraq. Bəli. Buyur. Birinci müəllimə deşik açılır. Bəli. Sonra isə şkantlar deşiyə geydirilirdi. Ondan Ay, sonra atlıq taxta ilə birlikdə sıxacları sıxılırdı. sırdım, bəli. Sonra ona nəzarət edirdik bucaqlıq vasitəsilə. Bəli, qurumamışdan əvvəl nəzarət 2. Sonra Sonra quruması hanı? quruması Quruyana qədər 4. Məmulat yapışqan tam quruyana qədər sıxılmış vəziyyətdə saxlanılır. qurudu. Nə etməliyəm? Onun artıqları kəsib götürərəm, yonaram, sumbat ilə təmizləyərəm. Sonra qurudu. Kənara çıxan başlıqları xırda dişli mişarla mişarlayırlar. Bəli, mişarladım. Sonra isə rəndə ilə yonurlar. Yeyədən də istifadə edib təmizləyirlər. 6. Sonra ən sonda da yəni təmizləmə işlə aparırıq. 7. 6, 7, 6, 8. Doğrudur. 135, 247. 135, 247. Hə, A variantı 68. Doğrudur. Sonuncu hansı baxım müəllimələrimiz bu gün iştirak etməyib müəllimələrdən? Səidə müəlliməmiz var, Sona müəlliməmiz var. Buyurun, Sevda müəlliməmiz var. Bəlkə Sevda müəllimə. Bu gün heç Sevda müəlliməmizin səsi gəlməyib. Buyurun müəlliməm. Yeşik hansı hissələrdən ibarətdir? Divarcıq, arakəsmə, bir atlıq, B bəndi. Bəli, yeşik ara kəsmələri var idi. Yeşiyin atlığı hökmən olmalıdır ki, onun yəni hissəsindən. Doğrudur. Arakəsmə hissəsidir, atlıq hissəsidir, divarcıq hissəsi, tamasa hissəsi deyil. Bəli, biraz mənə ucadan zəhmət olmasa oxuyaq, az qalır. Sonuncu sualdır. Buyurun. Bir çox yapışqanları nə üçün odun yanında saxlamaq olmaz? Çünki Odun. tez alışqan olduğu üçün. Bəli, kimyəvi maddədə yəni tez alışar. Doğrudur, odun yanında saxlamaq olmaz. Doğrudur. Bəli, sonuncu sualımız idi. Belə müəllimələr, bu günlük bu qədər. Sağ olun. Sualınız yoxdursa, artıq məncə tam mənimsəmişik. İnanmıram sualınız olsun. Yenə də testlərinizi işləyin. Telegramda cavablar var orada. Görünsə də, görünməsə də işləyin. Yəni elə edin ki, cavablar sizə görünməsin. Test hissəsini oxuyun, dəftərinizdə yazın. Sonra cavaba baxın, görün düzmü işləmisiniz. Təkrar yenə də işləyin. Belə, sağ olun. Gecəniz xeyrə. Gecəniz xeyrə qalsın müəllim. Sağ olun. Çox sağ olun. Sağ olun müəllim. Sağ olun.